Hə, təbrik edirəm, keçdiniz askıya. Uşaq deyib dörd göz olmusan. Dörd göz olmusan. Taxmayacağam müəllim sonra. Atacağam bunun açığını, daşını. Düzəlməsi üçündürsə taxın da. Yəni düzələn deyil də əməliyyat olunub deyə. Yaxşı olar. Əməliyyat da yaxşılaşdırmalıdır da normalda. Məndə Yox? yox, məndə mənfiyə doğru gedibdi. Faiz aşağı düşüb daha da. Sağ olsun. Hə, Bizim sağ olmasın deyil, hı, sağ olmasın bizim həkimimiz. Yəni gül kimi gözlər hə, xarab edib qoyub ora. Gül kimi gözlərimi. hə. Yəni. Canınız sağ olsun. Mən azalmasın deyə taxıram. Şua iynə idi. Bildim. Çox gözümü Hə, çox yorur yoxsa. bu da şeyə də baxanda, kompüterdə baxanda, telefona falan baxanda da taxa bilərsən. Əslində mən uzağı görmürəm də normalda. Yaxın da görəndə qarışdırıram hərfləri. Hamısı qarışır bir-birinə. Son zamanlar Necə, necə olur o? son zamanlar telefona çox baxıram. Testlərin hamısı telefondadır deyə. Sizin fəndə elə Hə, tək. İxtisasdan bütün fənlər telefon, bütün testlər telefondadır. İxtisası daha çox işləyirəm axı. Belə bir o hərflər qarışqa kimi bir-birlərini qovurlar sanki. hə, zəiflətmisiniz də. Ona görədir. 9-dan başlayaq. Hə, 9-da qalmışdıq. Buradan baxa bilirsiniz, yoxsa özünüzün o Yox, bankınızdan baxırsınız? yox, mən bankı açdım ki, səhifəsinə baxam. Bu sizin kitabdan baxacağam, kompüterdən. Bu da Hə, telefondan. hə, hə. Müəllim mətndəki əsas məqamların müəyyənləşdirilməsi üçün şagirdlərə analitik suallar verir. Şagirdlər məzmunu düzgün anlasalar da cavablarının səhv qiymətləndirilə biləcəyi ehtimalı onları açıq şəkildə fikir bildirməkdən çəkindirir. Sinifdə iştirak səviyyəsi azalır və müzakirə pasiv xarakter alır. Bu situasiyada müəllimin hansı müdaxiləsi pedaqoji baxımdan uyğun hesab edilmir? Mən onda yazdığım cavabı deyirəm, onlara sonra baxırıq və niyə seçdiyimi izah edirəm. Elə eləyək? Olar, Mən daha Y yaxşı variant. bəndini, bəli, mən Y bəndini götürmüşəm. Birinci Y-nin niyə düz olduğunu deyim, sonra o Hı-hı. səhv cavab deyir ki, Y-də səhv cavabların qarşısını almaq üçün yalnız tam əmin olduğu şagirdləri cavablandırmağa cəhd edir. Yox, cəhd etməsi və qeyri-müəyyən cavabları düzəldərək müzakirəni məhdudlaşdırması uyğun hesab edilmir deyir. Və burada da məsələn uşaqların müzakirəsini deyir, qeyri-müəyyən cavabları düzəldərək müzakirəni məhdudlaşdırır. Yəni məhdudlaşdırmaq olmaz əslində. Bu səhvdir də. Yəni bunu eləmək olmaz, başa salmaq Hə, lazımdır. düzdür. Bəli. Düzdür. Digərlərini deyim tez-tez, yoxsa ehtiyac var? Yox, digərləri uyğundur da. Biz Bəli, uyğun bəli. olmayan Bəli. axtarırdıq, hə. Bəli. Aynen, düz tapmısınız. Düz. Düz mən işarə plus Əsas qoy. səhvi izah edə bilirsinizsə, bu yaxşıdır. Bəli. Aha. Dərs zamanı şagirdlər mətni təhlil etməli və müzakirə aparmalıdırlar. Şagirdlərdən biri mətnlə bağlı gəldiyi nəticənin daha sadə olduğunu düşünərək onu ifadə etməkdən çəkinir və ya natamam cavablar verirlər. Oradakıları bu tərəfə qoydum. Natamam cavab verirlər. Müəllim isə dolğun və əhatəli fikir bildirən şagirdləri müsbət rəylə təmin edir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Mənim burada götürdüyüm variant. Mən burada birinci D-ni götürmüşəm, sonra onu silmişəm, B eləmişəm. Deməli, birinci onda D-yə baxıram. Yəqin ki, nəsə səhv edib eləmişəm, sonra B-yi götürmüşəm. Müzakirə zamanı deyir, şagirdlərin bir-birini rahatlıqla görə bilmələri üçün sinifdə partaların düzülüşünə diqqət etmək lazımdır. Bu əslində bu yuxarıdakı şeyə aid deyil də. Mən bunu seçmişəm. Bu ümumiyyətlə situasiyaya aid deyil əslində bu. Burada amma müəllimin pedaqoji yanaşmasından söhbət gedir də, hansı deyir ziddir. Sonra B-ni götürmüşəm. Deyir, şagirdlər üçün tədris zamanı öz ideyalarını ifadə etməkdə rahat hiss etdikləri cəhdlərinə görə təqdir edildikləri öyrənmə mühitini təşkil etmək olar. Bu, indi yuxarıda o deyirdi, məsələn, daha sadə Biz olduğunu. burada səhvi tapıb Bəli, zid olmalıdır da. aşağıdan zidd olmalı. Mən B-ni götürmüşəm. Bir dənə B-nimi toplayım.
A-nı oxuyum. Şagirdləri öyrənmə prosesindən bir dəqiqə dərs zamanı şagirdlər mətni təhlil etməli və müzakirə aparmalıdır. Şagirdlərdən biri mətnlə bağlı gəldiyi nəticənin daha sadə olduğunu düşünərək onu ifadə etməkdən çəkinir və ya natamam cavablar verir, cavab verirlər. Müəllim isə dolğun və əhatəli fikir bildirən şagirdləri müsbət rəylə təmin edir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Hmm. B götürmüsünüz? Şey götürmüşəm, hə, prosta beynim qarışdı. Şagirdlər üçün tədris zamanı öz ideyalarını ifadə etməkdə rahat hiss etdikləri cəhdlərinə görə təqdir edildikləri öyrənmə mühitini təşkil etmək olar. Əslində bu, Hə, yəni sadə olduğunu düşünərək onu ifadə etməkdən çəkinirlər də, çünki onlar öz fikirlərini rahat ifadə edə bilmirlər. Müəllim o mühiti yaratmayıb. yəni indi B-də də deyir ki, o mühit var əslində. Ona görə B-dəki düzdür, o situasiyadakı Bəli, ona ziddir. Yəni o bəli, onun ziddir. Düz götürmüşəm. düzdür, bəli, bəli, düzdür. Bəzi testlər var, ikinci dəfə oxuyanda elə bilirəm ki, heç eləməmişəm mən onu. Tanış gəlmir. Tanış gəldi. Bu biraz şey uzaq, ona görə təkrar oxudum mən ki, Can şey. dərdi oxumusunuz da, ona görə də. Yəni əslində nə bilim, yolu can dərdi deməzdim. Prosta oxudum ki, hazırlıqlı başlayım dərsə. Baş məsələ odur da, o can dərdi odur da elə. Təkcə hazırlıqlı başlayımdır məsələ, ona görə də diqqətlə oxuyanda, məsəl üçün mənim kimi bunun hər birini bir 5 manat kimi görəndə hamısı yadda qalır. Hə, o prizma fərqidir də. Yəni, Siz elə baxırsınız, mən bu sualın hər birinə bir 5 manat kimi baxıram. Yeriyən 5-dir. yeni. Deyirəm, aha 5 getdi, 5 getdi. Elə baxıram 40 sual deyirəm, həbsə 200 getdi. Ona görə mənim yadımda hamısı qalır cavabları da. Bəli. Siz amma tək hazır olun. Səhv cavab verməyim. Hə, hə, ona görədir. Yüksək nəticə yığım. Yəni, inşallah. Deməli, şagirdlərdə konsept üzərində dərindən düşünməni təmin edir. Ümumiyyətlə dərindən düşünməni təmin etməyə kömək edən nədir? Müəllim onu təkrar eləmək, nəyisə, mütəmadi. Yox, Təkrar yoxdur bu mütəmadi, vəziyyətlərdə. yox, mütəmadi olaraq nəyisə Yox, möhkəmləndirmək yox, üçün yox, demək o istəyirəm. əzbərləmək də o. Dərindən düşünmək bir şeyin üzərində saatlarla qala bilməkdir. Bunun üçün insana zaman lazımdır. Mən bax sizin testləri eləyəndə dərindən düşünürəm, bu vaxt çatmır müəllim. Yaxşı olur. Və hansısa nəzəriyyələri artırmışam, baxarsınız ona təkrar. Baxarım, hə. 5-i Biraz son dənə son artırdım. 5-ə baxa bilmədim. Sizin hesabınıza o testi yazanlar da kef eləyirlər indi. Mən siz deyirsiniz artırıram. Onu işləyən qruplardakı müdavimlər də sizin hesabınıza kef eləyirlər. Mən yəni alamır. Çünki Həqiqətən tez timer, hə, timer standartdır hamı üçün. hamı 20 deyil. yəni hamı üçün 20 idi. Yəni sizə 50 eləyən kimi hamıda avtomatik onun timeri 50 olur. Hə, bildim. Hə, o kef eləyirlər necə yazırlar, farta fart. Ki, yəni bunların vaxtını nə yaxşı artırmısınız. Deyirəm, hə, jest elədim sizə ki, imtahan qabağı yaxşı olsun. Bəli, müəllim. Hə. Yatıb durub dua edirlər sizə. Hə, sağ olsun müəllim. Sizə eləyirlər məncə. Yox, əşi. Bu ölkədə mənə dua eləyən yoxdur. Müəllim, nə deyirsiniz? Var. O qədər Vallahi şagirdlər. imtahandan çıxanda hamı birinci bu kurikulumu yazanı söyür. Müəllim, mən söyməmişəm kurikulumunu. Mən yəni o yəni kurikulum yazanı yox. Prosta mən imtahanda düşmədiyinə görə hirslənmişdim, amma yəni söyməmişəm də. İndi də salam əleykum. Bu il söyərsiniz, narahat olmayın. Estağfurullah müəllim. Maksimum deyəcəm müəllim, keçdiklərinizdən işə düşməmişdi. Monster elə olur da. Elə olmaz inşallah müəllim. Yox, bu dəfə hazırlaşmışam da. Düşünürəm ki, yəni 20 dənə sualın 19-unu düz yazacağam. Bir dənəsi səhv ola bilər yəni. Bravo. Maksimum bir dənə səhv yəni. Müəllim, mən C yazmışam burada. İndi C-ni bir dənə Düz oxuyuram. yazmışsınız. Afərin mənə. Deməli, burada deyir sual-cavab zamanı şagirdlərə gözləmə və düşünmə də düzdür də. Yadıma düşdü. Deyir sakit və çalışacaq şagirdlər özlərini prosesin iştirakçısı kimi. Bu şey yadıma düşdü bəli. Bu yadıma düşdü. 12-yə nə yazmısınız? 12-yə C yazmışam müəllim. O da düzdür, bu sadə sualdır da. Bəli.
rahatdır. Qorxu mühiti lazım Olmaz, deyil. bəli, bəli, olmaz uşaqlarda. Bəziləri çox rahat idi. Hə, yox, sual qoyduğum axırıncı sualdır, bu deyil. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Müəllim, bunlarda bəzən cədvəllərdə nəyi səhv eləyirəm? Əslində bəzən olur ki, bilmirəm birini, ikisini, amma o birisləri tapanda o da çıxır avtomatik. Belə bir şeylər olur məndə. Ola Bəzilərində bilər. olur. Hə, yəni o tak ki, onları çıxıram, gözləməyə alıram onları. O birisləri görürəm, bilirəm bunlar dəqiq ya düzdür ya da səhvdir. Avtomatik o digər bilmədiklərim, yəni qüvvədən düşür artıq. Onun üçün Olar. Əsas o da axırda cavab çıxır ya yox. çıxır, bəli. Cavab çıxırsa yaxşıdır. Bəli. Deməli şeydir, D yazmışam. Bir dənə oxuyum görüm niyə. Uyğunluğu deyir. Mən D-ni götürmüşəm. 2 ilə 4 D-də. A-na bax, A-ya baxın, 1-ə baxım. Səmərəli öyrənmə mühiti şagirdlərdə sual verdikdə onlara gözləmə vaxtının verilməsi düşünmə gərginliyinə səbəb olur. Səhvdir bu. Geriliyinə səbəb olur. Düşünmə geriliyi Geriyə. yoxdur, daha da inkişaf edirlər əksinə. Effektiv təlim mühitinin olduğu yerdə şagirdlərin həm akademik göstəriciləri, həm də sosial bacarıqları inkişaf edir. Bu düzdür. Bunu dərsdə də demişdik. Düzdür. Yadımda qalıb bu. Müəllim tədris prosesi zamanı nə keçəcəyini deyil, şagirdlər üçün öyrənmə mühitini nə keçəcəyini deyil, şagirdlər üçün öyrənmə mühitini effektiv şəkildə necə quracağına yönəlir. Müəllim tədris prosesi zamanı nə keçəcəyinə deyil, şagirdlər üçün öyrənmə mühitini effektiv. Hə, müəllim bu düzdür da, bu düzdür. Bu səhvin altında olmamalı idi. Yəni müəllim fikirləşir ki, necə keçim, uşaqlara yəni rahat olsun da öyrənməyə görə. Belə başa düşmüşəm onu. Onda yerdə qalır 2 ilə 4. Müəllim həddən artıq ciddiliyi şagird hazırlığındakı əsas həlledici faktorlardan biridir. Bu səhvdir. Deməli biz bunu götürürük 2-4 düzdür. Yanlış fikir müəyyən edin. Burada nə yazmışam? Y yazmışam müəllim burada. Deməli, müəllim şagirdin mövcud fəaliyyəti haqqında rəy verirkən onun qabiliyyət və istedadına istinad edir. Hə, bu rəy verəndə olmaz da. İstedadına, qabiliyyət və istedadına. Nəyə verirdi bəs rəyi? Müəllim yəni biz onun fəaliyyətinə, uşağın fəaliyyətinə rəy verməliyik. O İdraki savadlı, bəli, fəaliyyət. bəli. Biz o savadlıdır, nə ay belə yaxşıdır. Onu demək olmaz uşağa. Sinifə yeni təyin olunan müəllim ilk dərs günündə şagirdlərə riayət etməli olduqları qaydaları tərtib edir və qayda pozuntusu olduğu halda cəzaların da olacağını qeyd edir. Müəllim bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Mən nəyi götürmüşəm 15-də? Müəllim, mən A götürmüşəm, bir dəqiqə. Düzdür. Düzdür. Demokratik üsluba Hə. idarə olunan, hə bu demokratik falan başa düşmüşəm əslində. Üsluba idarə olunan siniflərdə şagirdlər pedaqoji Demokratik yenidir də, təzədir. bəli, bəli. Əltar köhnədir. Köhnə ənənəvi Bəli. obyekt kimi qəbul edilmir və dərs prosesində onların seçimləri nəzərə alınması vacib nüanslardandır. Düz tapmısınız. Bəli, afərin mənə. Özümü tərifləyirəm mənim hal-hazırda. Gərək yoxlayardım. Ayda nə qəşəng. İnşallah. Ya bundan hələ heç nə demirəm, sevinmirəm. Hələ qalx suallar hamısı birdən səhv olar, biabır olar. Vacibən qürbətən illallah. Bəli. Vallahi. Tərifləməyə adam qorxur biraz. Deməli, səmərəli öyrənmə mühiti ilə bağlı cədvələ əsasən uyğunluğu müəyyənləşdirir. Mən burada B götürmüşəm. Amma sual yox, bunda deyil sual qoyduğum. B-ni götürmüşəm. B-də biz uyğunsuzluğu, mən uyğunluğu oxudum. Biz uyğunsuzluğu tapmalıyıq. 16-dan uyğunsuzluğu tapmalıyıq. Dərs zamanı partaların qrup şəklində düzülüşü sinifdə dəstəkləyici mühitin yaranmasına və şagirdlərin arasında müzakirənin effektivliyinə təsir edir. Hə, bunları mən qıraqda saxlayıram, müəllim. O dəstəkləyici mühit falan mən onu bilmirəm deyə çatmayıb da o mövzu mənə. Mən bunu gözləməyə alıram, keçirəm 2-yə. Şagird Amma bu yönlü dəstəkləyici yanaşma. mühit də, yəni Əslində o ətraf düzdür. aləm, ətraf aləmi uşağa dəstəkləyəcək şəkildə quraşdırmaq. Ətraf aləmi uşağa Burada dəstəkləyici. mühit nədir? Mühit sözü bunun mənasını bilirik də. Hə, bəli müəllim. Ətrafı quruğu da elə ki, Bəli. uşağa uyğun şəkildə eləmək. Yəni həm ona psixoloji dəstək, həm şiddətin bütün formalarından qorumaq, həm infrastrukturu şagirdə uyğun formada O hamısı ona dəstəkləyici. daxildir. Bəli, bəli.
Bildim müəllim. Bu düzdür. Yəni onda bu düzdür. Yəni bu zaten düzdür. Sadəcə indiki şagird yönümlü yəni düzdür biz bunu amma seçməyəcəyik də bizə uyğunsuz olan lazımdır. Şagird yönümlü yanaşma tədris zamanı şagirdlərin akademik tərəfdən maraq və meyllərini nəzərə almaqla yanaşı fiziki quruluşunu da əhatə edir. Müəllim mən bunların ikisini saxlamışdım. Yəni 3-dən Kim 4-ü üçün? o yox niyə? Kim üçün? 3-dən 4-dən cavab çıxdı deyə mən beyni götürdüm. Yəni ondan sonra bildim ki, bunlar ikisi də düz imiş də. Yadımda qaldı sonra. Hə, hamısı düzdür də burada. Bəli, bəli. Bizə yəni uyğunsuzdur. Sinif otağında Yanlışın müxtəlif altında. belə rənglərdən istifadə edən şagirdlərin məhsuldarlığına və diqqətlərini yönlənməyə təsir edə bilər. Bu düzdür. Biz bunu seçirik. 3. Sinifdə partaların düzülüşü dərsin məqsədindən istifadə ediləcək tapşırıqlardan asılı olaraq dəyişdirilə bilər. Bu da düzdür. B. Bəli. Yazmışam. 17-yə. 17 müəllim Y yazmışam, deməli niyə görə yazmışam? Bir dənə baxım suala. Verilmiş hansı situasiyada sinifdə səmərəli öyrənmə mühitinin olduğunu demək olmaz? Müəllim ilin əvvəlində sinif üçün davranış pozuntularının qarşısını vaxtında almağa imkan verən və cəzaların olduğu qaydalar müəyyən edir. Hə, müəllim mən niyə görə bunu seçmişəm? Burada deyir ki, müəllim ilin əvvəlində yəni axı biz demişdik ki, müəllim onu tək özü eləməməlidir də. Bu uşaqların öyrənmə mühitinə təsir edəcəksə, yəni onların hamısı şagirdlərlə bir yerdə planlaşdırılıb qoyulmalıdır. Cəza deyəndə qayda qanun qoyulacaqsa, uşaqlarla bir yerdə qərar vermək lazımdır. Mən ona görə Y götürmüşəm. O birislərə baxın. Müəllim olimpiyadalarda səhv dedim. Səmərəli öyrənmə mühiti, səmərəli öyrənmə mühiti şagirdin rahat cavab verəcəyi və risk eləyə biləcəyi mühit. Yəni o səhv cavab verməkdən qorxmur. Amma mənim Y-də də, yəni Y-də ümumiyyətlə şey deyil də, yəni. Y-də davranış pozuntularından danışır, idraki fəaliyyətdən danışmır. Amma müəllim Y-dəki fikrin özü də səhv deyil. Yəni müəllim onu özü tək tərtib eləməməlidir axı qaydaları. Mən ona görə səhv götürdüm əslində. Hə, Onun olar, siz ona görə istəyirsinizsə götürün. düzgün yanaşmadır əslində, düzdür? Bəli, bəli, bəli. Hə. Allah, o birisilər hamısı, bəli, o birisilər hamısı o şeyə aiddir. Yəni o zaten Y-ni ümumi variantları oxuyanda Y-yə çatanda adam görür ki, o səhvdir onsuz da. Bəli. Aydın, çatdı mənə sizin dediyiniz. O da olur. Səmərəli öyrənmə mühitini qurmaq üçün müəllimin hansı addımı doğru deyil? Mən 18-də nə yazmışam? Müəllim B yazmışam mən. Şagirdin əldə etdiyi uğurun digər şagirdlərlə müqayisəsi. Doğru deyil. Hə, Olmaz. təbii ki. Hə, bu rahat sualdır. Olmaz bu. Bəli. Yəni 20, 19, 20-yə sual qoymuşam. 19. Uyğunluq pozulmuşdur. Mən burada götürmüşəm. Nəyi götürmüşəm? Müəllim A bəndini götürmüşəm, amma baxaq yana. Uyğunluğu pozulmuş lazımdır bizə. Deyir ki, temperatur və havalandırma, işıqlandırma, mebellərdən istifadə sinifdə öyrənmə mühitinin yaradılmasına təsir edə bilər. Düzdür. Çünki yəni sinif səliqəli olmalıdır, qəşəng olmalıdır ki, uşaqlar öyrənə. Yəni də uşaqların motivasiya olsun, belə yaxşı təsir eləsin deyə düşünürəm. Sonra 2-də deyir ki, sinifdə effektiv öyrənmə mühitinin də yaradılması şagirdlərin əməkdaşlığı şəraitində inklüziv mühitin yaradılmasını nəzərdə tutur. Yaradılmasını nəzərdə tutur. Hə. Hə də müəllim bu yəni biz uyğunsuzluq axtarırıq da. Bu əslində bu düzdür. Amma qabağına səhv yazılıb bunun. Yəni deyir ki, güvən və qarşılıqlı hörmətə əsaslanan güclü münasibətlərin qurulması şagirdlərdə sinif mühitində mənsubiyyət hissi yaradır. Düz oxudum, hə. Və şagirdləri dərsdə fəal iştiraka həvəsləndirir. Hə, düzdür müəllim. Şagirdlər onlardan nə gözlədiyini, bunların hamısı düzdür. Hamısı düzdür. Bizə yəni 2, 4. Bəli. Düzdür. Müəllim 20-yə sual qoymuşam. Biabır oldu.
Hə, amma yazmışam da, baxmamışam. 20-də mən C-ni götürmüşəm. Prosta yəqin Candərdə götürüb sual, siz demiş, Candərdə götürmüşəm, sual qoymuşam qabağına. Deyir ki, uyğunluğu tapmalıyıq. Müəllim şagirdə sual verdikdə düşünmə vaxtı da verilməlidir. Düzdür. Biri seçirik. Mən niyə sual qoymuşam ki, bilmirəm. Bir dəqiqə. Aha, şagirdlərə düzgün rəyin konstruktiv olmalı olduğunu izah etmək lazımdır. Aha. Hə, mən indi deyəcəm niyə görə götürmüşəm, bir dəqiqə. Bir dənə də baxaq. Şagirdlərin nailiyyətlərini müəllim qəbul edib bütün siniflə paylaşmalıdır. Aha. Hmm. 4-də də baxırıq. Səhvlər şagirdlər üçün öyrənmə imkanı yaradır. Belə deyim, biz 4-ü ümumiyyətlə, yəni belə deyim, 4 düzdür. Yəni biz uyğunluq axtarırıq. 4-ün üstünə xətt çəkirik. 4 olan variantlara baxmırıq. Mən niyə görə ayıra bilmədim? Müəllim 1 ilə 2 ya da 1 ilə 3-ün arasında qaldım. Çünki burada deyir ki, şagirdlərə düzgün rəyin konstruktiv olmalı olduğunu izah etmək lazımdır. Biz Konstruktiv uşaqlara şeydə effektiv rəydə. effektivdir. Biz uşaqlara rəy verəndə uşaqlara biz amma uşaqlar da bir-birinə rəy verə bilir, hə? Ona görə. Hə, Hə. bəli. Konstruktiv rəy, effektiv rəy. Bir də kesinlik biz hə, amma məsələn şagirdlərin nailiyyətlərini müəllim qəbul edib, müəllim qəbul edib bütün siniflə paylaşmalıdır. Paylaşa bilər, amma deməməlidir də bu sizdən yaxşıdır. Hə, hə, elə yox da deyir ki, baxın yoldaşımız mükafat qazandı, uğur qazandı. Siz burada əslində bu cümləni 17-ci sualda düz götürmüsünüz. Uyğun Düz gəlir? götürmüsən, bir dəqiqə. Hə. Şagirdlərin nailiyyətləri müəllimin qəbul edib bütün siniflə paylaşılmalıdır. Bəlkə mən ona görə sual qoymuşam. Müəllim Yox, bir də A-ya olimpiadalarda baxın. yüksək Aha. nəticə əldə etmiş şagirdləri bütün sinifin iştirakı ilə təbrik edir. Müəllim bu olar da, müəllim bu normalda axı. Hə, hə də düzdür. Yo, Eyni yo, mən şeydir. yo, yəni niyə görə? Bu siz suallarda məsələn burada bəzi suallar var ki, baxır adam qalır 2 dənə variant arasında. Siz öyrətdiniz ki, 2 dənə ola bilər səhv variant var, amma biz daha səhvini tapmalıyıq da. Yəni mən sadəcə Burada hamısı düzdür də. yo, yo, hə. Amma məsələn, tutaq ki, 1 ilə 3, tamam. Məsələn, 2-də də mən o konstruktiv rəy vermə mən düşünürəm ki, müəllim öz verdiyi rəyi niyə görə uşağa izah eləsin ki? Tutaq ki, biz uşağa deyirik ki, tamam budur, budur, budur. Uşağa təzədən onu izah eləməliyik ki, mən sənə yaxşı rəy verdim əslində. Biz onu izah etmirik də, yəni uşağa. Düzdürmü? Mən ona görə elə başa düşmüşəm ki, onu ancaq düşünürəm ki, bizdən söhbət gedir də, şagirdlərə düzgün rəy müəllim verə bilər. Rəy özü izahdır da elə. Uşağı Bəli. tərifləyirsən, səhvini deyib yol göstərirsən də. Burada hər şey eləyirsən də. Bunun özünlə də niyə yenidən izah eləyəsən ki? Bəli. O birisi. Baxaq müəllim o birisinə. Hansı idi o birisi? Buz qıranlar. Müəllim 267-də deyil səhifə. Yox, təzə dərsimiz var, müəllim. Mən təzə dərsin şeyini elədim ki, müəllim, şagird və müəllim valideyn münasibətləri var. Mən onu özüm elədim tək. Bu sinifin idarə edilməsi mexanizmləri, strategiyaları, buz qıranlar bunu eləmisiniz? Tək eləməmişəm, yox. Onu eləyərəm daha sonra. Hə? Buna baxmayaq, bunu da eləməliyik axı. Baxa, onu da eləyək onu. Onda o birisini mən sonra yoxlayaram mən. Hə, istəyirsiniz onu da eləyək. Fərq yoxdur mənim üçün. Bunu eləyək. Mən olsa onu eləmişəm. Burada prosto mən onu yoxlayaram sonra o təzəni. Onda burqanlara Olar. baxaq. Səhifə neçədədir? 259. Mən səhifəsini dəftərdə qeyd edeyim. 159. Siz mövzu ötürmüsünüz də onda. Yox, mən təzə dərs idi deyə. Müəllim axı bizim dərsimiz şeydi da, müəllim, şagird, müəllim, valideyn. Buz qıranlara verməmişəm ki sizə. Yəni bunu biz keçən dəfə oxuduq da. Buz qıranları oxumusunuz? Keçən dəfə verdiniz mənə. Yəni testini eləməmişik. Ay Allah, bütün başım xarab oldu bir dəqiqə. Test eləməmişik. Müəllim keçmişik onunla.
Biz niyə görə Biz eləmədik? səmərəli öyrənmə mühitinə baxmışıq da, buna Hə, baxmamışıq biz. müəllim o 40 dənə olan sual var idi. Biz keçən dəfə buzqıranı keçdik. Amma o 40 dənə sual var idi şeydə, səhifə 157-də hansı testdir bilmirəm. Bax o səhifəsini yazmışam özü qaldı. Səmərəli öyrənmə mühiti. Hə, onun 20-si qalmışdı. Yox, 22-si, 18-i qalmışdı. Biz 18 dənə test elədik. Hə. Ondan sonra keçdik təlim prosesində öyrənmə mühitinə. Ondan da 8 dənəsini, 9 dənəsini elədik. Hə, bu Maşallah qalıb 2 da bu, saat 4 keçdi. qalıb. Hə, gecə eləmədi. Eləyə 259-dur mənim. Hə, bundan 100% sual var. Sinfin idarə edilməsi mexanizmləri. Qayda, Sinfin. prosedur, gözlənti. Hə, bildim. Müəllim, indi mən bu zıqqına-sıqqına cavab verəcəm. Hardasa bir 20 il olardı o sözü eşitmirdim. Müəllim, nə bilim. Bizdə elə deyirlər də. Danış deyir, danış qutar da deyir, bəsdir deyir. Bəli. Siz hansı rayondansınız da deyəsən, yoxsa? Müəllim, bəli. Mən 2 il İsmayılda qalmışam. Amma Göyçayda. Aha, Özüm Göyçaydan. Göyçaydansınız, hə, əla. Qonşuyuq sizlə. Məndən niyə? Zarafat edirəm müəllim. İsmailliyə görə deyirsiniz. Zarafat edirəm. İsmayılda Mən, çoxdan qalmışam mən İsmayılda. mən Salyanlıyam. Hə. İsmayılda işləmirdiniz müəllim siz? Yox, yerə görə demirəm. Hə, bu işləməyimin Salyanlı olmağım həqiqətini dəyişdirmir də. Yox, iş yerinə verirəm, iş yeri. İş yeri olanda qonşusu. İşim bəli, hə, Hə, İsmaildadır. hə, işi soruşuram. İş bəli, amma belə özüm Salyanlıyam. Hə. İsmailliyə qarşı allergiyam var olsa mənim. Yox, məndə bu seçim məsələsidir. Mən istəsəm bir şey dəyişə bilərəm. Yox, iş yerinə görə yox. Mən özüm Bura İsmailli mənim xoşuma satanım. gəlir. Bura mənim xoşuma gəlir. Çox qəribədir. Burada zövq alıram. O seçim onlayndır. Hara getsəm, Salyanda da olsam, Başda da olsam, bu işi yenə yerinə yetirə bilərəm. Amma sırf bura Yox, qəşəng yerdir. Sadəcə o yaşam baxımından, istirahət baxımından mənim xoşuma gəlir. yox, İsmayıllı yaxşı yerdir. Prosta mənim allergiyam var da, yəni bu normal bir şeydir məncə. Normaldır mənim. Hə, başlayaq. Hərdən mənim də olur. Hə, mənim. Davam eləmək istəmirəm. Biraz o şey mövzu açılanda İsmayıllı mövzusu. Gərginlik yaşayıram həmişə. Fikir verməyin eşiyə. Ya orada yaxşı insanlar var oranın cəmaatından. Yaxşıları var. Hər yerdə pis də var, yaxşı da. Hə, ümumiləşdirmə eləmirəm. Sadəcə olur da bir travma kimi yaranır insanda ona görə. Hə. Prosedur. Deməli, sinif müzakirələri vaxtı istifadə edilir. Aha, prosedur. Hə, biz indi variantları tapmalıyıq ki, birin qabağına nə qoyacağıq? Yəni Bir birin yox, üstünə nəsə yox. ikiyə. Yəni hə, birə uyğun biz 2-nin qabağına nə qoyacağıq? Birə uyğun yazmalıyıq da. Yox, birə yox, prosedura uyğun yazmalıyıq. Yəni bir prosedurdur yoxsa nə? Sinifin müzakirələri Prosedurdur. vaxtı. Hə, ona uyğun. Prosedura nümunədir də. Hətta 2-də də biz nümunə yazmalıyıq, qaydaya da nümunə yazmalıyıq. Hə, bildim. Bəli. Deyəsən bildim. Şagirdlərdən məsuliyyətsizlik müşahidə olunan zaman tərtib olunur. Nə? Bir saniyə deyəcəm bir də. Dərsdə gecikəndə müəllimin işarəsini gözləyin və sonra yerinizi əyləşin. Hə, deməli şagirdlərdə məsuliyyətsizlik müşahidə olunan zaman tərtib olunur. Qayda. Hətta onda prosedur deyil də bu. İki prosedurun olmalı Öz çünki. beynimdə dərk etməyə çalışıram yəni. 2 deyil. Sual başa düşməyə çalışıram yəni. A bəndi deyil. Müəllim icazə verdikdən sonra danışın. Qaydadır yəqin o da.
Qaydadır, elə prosedur olar. Mənim qaydadır bu yəqin. Azar olsun bu sualın içinə. Bu o qədər pis sualdır. O qədər pis sualdır. Elə birincisi ola qoyublar. Adam vəbşi həvəsi öyrək testdən. Əslində belə şeyləri biraz axıra qoymaq lazım mənim ki, mənim kimi uşaqlar oxuyanda əziyyət çəkməsinlər. Uşaqlar özdə. Vallahi mənim. Ayda, mənim çatmadı mənə. C bəndə deyil. Gəlin belə də, gözlənti, qayda və prosedur nədir? Bunu mənə bir cümlə ilə deyin. Hərəsini bir cümlə ilə. Gözlənti, hə, gözlənti nə deməkdir? Gözlənti biz məsələn uşaqlara gözləntiləri deməliyik və onlara izah etməliyik ki, məsələn, məsuliyyətli olun. Biz ona açıq olaraq deməliyik ki, necə məsuliyyətli olmaq lazımdır. Aha. Məsələn, böyüklərə hörmət edin, tutaq ki də məsələn, necə eləmək lazımdır? Biz onu açıq deməliyik onlara. Gözlənti budur və məsələn, nəsə budur yəni. Nəsə budur belə bir şeydir. Müəllim, prosedur odur ki, biz ilin əvvəlində tərtib edirik ki, məsələn, uşaqlar dərsə gecikəndə yavaşca keçib yerinizə əyləşirsiniz, sakit, səsinizi çıxartmırsınız, dərsə qoşulursunuz. Yəqin ki, beynim getdi. Qayda nədir bəs? Qayda da odur ki, uşaqlara danlayırıq ki, bunu eləmək olmaz. Anlayırıq özdə. Danlayırıq müəllim. Danlamırıq yəni şeydir. Deyirik ki, məsələn, koridorda yerimək lazımdır. Bu qaydadır. Qaçmaq olmaz demək olmaz. Olmaz demək olmaz müəllim. Düz dedim müəllim. Biraz. Qayda gözləntinin sərt formasıdır. Ən son qayda tərtib olunmalıdır. Müəllim, bax bunu bilirəm. Ən son qayda tərtib olunmalı, düzdür? Tərtib yox, tətbiq. Tətbiq olunmalıdır, tərtib Hə, olunmalıdır. tərtib əvvəl olur, hə. Tamam müəllim. Gözlənti yumşaqdır, qayda onun sərtidir. Çünki qaydaya əməl eləməyəndə cəza vardır, amma gözləntini qarşılamasının bunun cəzası yoxdur. Bəli. Prosedur isə addımlar ardıcıllığıdır. Bəli. Prosedur addımlar ardıcıllığıdır. Bəli, qayda, prosedur və gözlənti. Gözlənti yumşaqdır. Mən sizdən nə gözləyirəm? Gözlənti odur ki, mən sizdən yüksək nəticə gözləyirəm. İnşallah mənim. İmtahanda. Mən də özümdən elə gözləyirəm. Qayda odur ki, az yığsaz kəsiləcəksiniz. Müəllim, niyə az yığıram? Az yığmayacağam. Misalsın da, izah edirəm də. Mən az yığmayacağam. Prosedur odur ki, siz imtahana necə gedirsiniz? Addımların ardıcılığı. Qayda odur ki, müəllim, mən yüksək bal yığsam, daha yaxşı yerdə işləyə biləcəm. Yes, of course. Kəsilməyi düşünməyək də müəllim, biz yuxarı. Deməli, indi qaldı bu məsələ. Hə. Müəllim, B bəndi deyil yəqin ki. Təbii ki. Prosedur real hadisələrə olur da, müəyyən ardıcıllığı, bir şeyin ardıcıllığı varsa, demək o realdır da, əllə tutulan, gözlə görülən məsələdir. Müəllim icazə verdikdən sonra danışın, ola bilməz. Müəllim, hörmətsizlik ola bilməz, danışmayın ola bilməz, qaçmayın ola bilməz, inkardadır, qayda inkardadır. Qalır bir dənə Y variantı. Yanğın baş verəndə nə etmək lazımdır? Addımlar ardıcıllığı, dərsə hazırlığı gəlin, bu da qaydadır. Hazırlıqsız gəlməyin sözünün təsdiqidir də. Bildim müəllim. Bu dəfə çoxdan qulaq asıram deyə görürsünüz, yadımdan çıxır mənim. Gərək qulaq asardım təzə, isti-isti qulaq asardım. Sonra yadımdan çıxır. Keçək onda o biri mövzuya, o işlədiyi üzrə. Nə bilim, necə deyirsiz eləyək. Buna axırda qaydarıq buna da. Ürəyiniz rahat olsun da. Fərqi yox əslində. Prosto, yəni özüm cavab verə bilməyəndə narahat oluram mənim ona görə. Yaxşı şeydir narahat olmaq.
Ola bilər, amma bunda biraz səhv. Müəllim, bu əslində test rahat kimi görünür adama. Dərsə qulaq asanda çox rahat görünür. Sonra testi işləyəndə adam deyir ki, "A, bu heç rahat deyilmiş." Belə qarışıq-quruşuq şeylər var içində. Nədir o qarışıq-quruşuq şeylər? Müəllim, sual qoymuşam bir neçəsinə indi. Eləyəndə baxaq gərək. Aha. Bir də C yazmışam. Uyğunluğu müəyyən edindir. Düz olacaq Yəqin ki, düz yəqin ki, olar bu, hə. %100 düz olacaq. Yəni baxaq. Demokratik üslubda müəllim, birdə mən A-nın B-ni götürmüşəm. Müəllim şagirdlərin təkcə akademik göstəricilərini deyil, həmçinin fərdi xüsusiyyətlərini nəzərə alır. Şagird bərabər hüquqlu partnyor kimi deyil, pedaqoji fəaliyyətin obyekti kimi görülür. Mən C-ni götürmüşəm müəllim. A-la B, Düzdür. yox, A-la B, C şeyə aiddir. C avtoritet müəllimə Düz. aiddir. Yəni o səhv deyir. Kobud müəllim. Köhnə. Köhnə, hə. Düzdür. 2-də B yazmışam. Dil klasteri tamamlayan, fikirləri müəyyən edin. Valideynlə pozitiv münasibət qurmaq üçün bu da yəqin ki, düz çıxacaq. Amma deyir ki, şagirdin müsbət və inkişafa ehtiyac olan tərəflərini müzakirə etmək lazımdır. Biz bunun, yəni valideynlə pozitiv ünsiyyəti düşünürük. Mən burada götürmüşəm C ilə B bəndini götürmüşəm. C və D-ni götürmüşəm. A bəndi deyil. Deyir valideynlərə tez-tez zəng edib, şagirdlərlə Hə, bağlı tez-tez belə. xəbərdarlıqlar etmək lazımdır. Nə xəbərdarlığı ki? Şagirdlə bağlı şikayətləri e-mail ilə göndərmək məqsədə uyğundur. Tamam, bu. Müəllim, şikayətləri bu necə? Yəni bu şagirdlərə biz valideynlərə uşaqları olan şikayətlərini e-mail ilə deyil də daha yaxşı olar ki, biz onlarla üz-üzə danışıb, üz-üzə görüşsək, üz-üzə desək daha yaxşı olar. Nəinki mesajla uşaqlara Hə, valideynlərə bir də yazaq. burada situasiyada başqa şey istəyir də bizdən. Burada pozitiv Pozitiv. münasibət deyir. Biz uşağa şikayətləri göndərsək e-maillə, valideynlə pozitiv olmayacaq münasibətimiz. Bəli. Bəli. Həm də ki, birbaşa yəni olmaz da əslində demək ki, belədir. Pis sözlər demək, yəni çox şikayət etmək olmaz. Pozitivə köklənmək lazımdır biraz. Bəli. Deyir orada pozitiv valideyn iclası təşkil etmək lazımdır. Aha, bu. Bir də valideyni sinif fəaliyyətlərinə cəlb etmək olar. Bunlardır mənim ikisi. Bəli. 3-yə. Cavab kartlarında səhv yox idi. Mən gərək baxamayım. Cavab kartlarını heç yoxlamıram müəllim arxadan. Baxam onlara görə yaradan. Sizlə işləyəndə baxıram. Ola bilər. Çünki Səhv ola yoxlamaq bilər. şey mən bir dənəsini işləyəndə yadınıza gəlir 18 dənə səhvim çıxmışdı. Sonra neçəsini düzəltdik. 3-4 dənəsi azalmışdı. Mənim düz yazmışdım əslində. Hə, cavan vaxtları. Hə. Depressiya 18 dənə səhv var ay Allah. Demiş şagirdin valideynlərinin iş saatı çox olduğundan valideyn iclaslarında mütəmadi olaraq iştirak edə bilmirlər. Bunu anlayışla qarşılayan müəllimlər heç anlayışla qarşılamırlar. Bayaq müəllimləri qrupa səs atmışdı müəllim bizdə. Allah heç anlayışlı deyildi. Nöqtələrin yerinə hansı cavabı yazılmalıdır? Konkret tələb edin, gəlin. Deməli, deyir nöqtələrin yerinə biz cavab verməliyik. Bunu anlayışla qarşılayır müəllim. Nəməlidir bu? Valideynlərə şagirdin irəliləyişi haqqında yəni məlumatlar göndərir müəllim. Bunu eləməlidir. Bu Y bəndi yazmışam mən. Bir də o birislərə baxım. Deyir valideynlərin oxuması üçün məktəbli kitabdan təbii ki, xeyr. Yəni pozitiv valideyn iclası keçirirlər. Bu zaten deyir ki, valideynə gələ bilmir də. Yəni valideynə gələ bilmirsə nə xəbəri var ki, onun pozitivdir, neqativdir. Düzdür müəllim? İlk iclasda şagirdin daha çox pozitiv tərəflərini vurğulayırlar. Yəni burada da valideynin gəlməməyindən söhbət gedirsə, düzdürmü? Burada yəni ilk iclasda necə davranmağının önəmi yoxdur əslində. Çünki ilk iclasa da gəlməyib yəqin ki. Aydın məsələdir. Akademik ilin əvvəlində valideynə salamlama məktubu göndərirlər. Yəni bu sadəcə valideynlə xoş münasibət üçün lazım idi. Valideyn iclasa gəlməyəndə tədbir görmək üçün deyil. Yəni mən düz yazmışam Y bəndidir. Düzdür müəllim. Çox əmin danışdım. Mən Y bəndini düz hesab edirəm. Düzdür. Qulaq asıram, düzdür. Cədvəli tamamlayan. Valideynlə pozitiv münasibət qurmaq üçün müəllim.
Nə yazmışam ora? C-ni yazmışam müəllim, bir dəqiqə. Deməli, valideynlə pozitiv münasibət qurmaq üçün müəllim. Hə, müəllim nə etməlidir? Müəllim C-ni o birisləri oxuyun, məsələn birbaşa C-ni oxuyun. Bunlar niyə olmur? Hə, tamam. A-nı başlayıram. Deyir ki, valideynlə pozitiv münasibət qurmaq üçün müəllim nə etməlidir? Biz uyğun tapmalıyıq da, yəni tamamlamalıyıq. Valideynlə əlaqə saxlamaqda israrlı olmalıdır. Sonra B-də deyir ki, müəllim ünsiyyət yaratmağa can atmayan valideynlərlə rastlaşdıqda bu vəziyyətdən məmnun olmadığını bildirmək üçün zəng etməlidir. Və müəllim bu olmaz. Yəni birinci düzdür. Valideynlə əlaqə saxlamaqda israrlı olmalıdır. Yəni bu düzdür. Yəni Bəli. amma Ümumiyyətlə bu ikinci can səhvdir. atmayan valideynlə Bəli, ünsiyyətdə iki məqam önəmlidir. Bir, təşəbbüs göstərmək. israr etmək. Bəli, iki, israr etmək. Bəli. Ha, yəni ikincidə o deyir bu vəziyyətdə məmnun olmadığını bildirmək üçün onu eləməməlidir müəllim. Yəni ikinci səhvdir. Məmnun olmadığını deməməlidir. Birinci varianta çıxırıq ona görə müəllim. Sonra deyir ki, B bəndində valideynə tez-tez zəng edib şagirdlə bağlı valideynə tez-tez zəng edib Narahatlıq şagirdlə bölüşmək. narahat. Müəllim onu eləmək olmaz da. Yəni uşaq hər dəfə valideyni Pozitiv bildirmək. olmayacaq, bəli. Ancaq pisə görə çağırmaq. Eynən, eynən. Bu da deyil, çıxdıq C bəndi. İndi C-yə bir dənə baxım biləcəm deməli. Valideyni anladığını göstərmək lazımdır. Deməli, valideyni anladığını göstərir. Bu düzdür əslində. Yəni pozitiv ünsiyyət qurmaq istəyiriksə, valideynlə əlaqə yaratmaq üçün təşəbbüsü ələ almalıdır. Orada deyirdi ki, yəni valideyn əgər məsələn yayınırsa da nəsə bir tez-tez nəsə valideynlə əlaqə yaratmaq üçün mənim təşəbbüsü ələ almalıdır da. Yəni bu var da dərsin içində, bu düzdür. Valideyni sinif fəaliyyətlərinə cəlb etmək məqsədə uyğundur. Deyir o valideyn-şagird münasibətlərinin güclənməsinə müsbət təsir etmək üçün nə etməlidir? Sinif fəaliyyətlərinə cəlb etmək daha məqsədə uyğundur. O da var idi dərsin içindəki valideynləri biz onlarla ünsiyyəti yaxşı saxlamaq üçün nə etməliyik? Sinif onlarla tez-tez əlaqə saxlamalıyıq, istəməsək də məcburən yəni. Başqa çarə yoxdur. Müəllim, bir dənə mənə səs gəlib. Bir dənə onu digər telefona buradan qulaq asa bilməyəcəm, nə deyəsən. Olar bir dənə dinləyim, zəhmət olmasa. Dinləyim. Kimsə satıb bu dəqiqələr məsələn. Dəqiqə. Əsas olsa can sağlığıdır. Baxa bilməmişim, yazıb sabah gələrsən səhər-səhər. Geri qayıdıb cavab yazdım. Tamam. Saat neçədə? Bəli. 5-ə baxırıq müəllim. Mən 5-də, yəni 5-i yazmamışam müəllim. 5 nə olmaz. 5-də deyir ki, sinifdə bəzi şagirdlərin valideynlərinin iş saatı çox olduğundan valideyn iclaslarında mütəmadi olaraq iştirak edə bilmirlər. Valideynlərin övladları haqqında daim məlumatlı valideynlərin övladları haqqında daim məlumatlı olmaları üçün nöqtələrin yerinin hansı cavabı? Yəqin qarışdırmışam, bunu ona görə yazmamışam. Valideyninə xəbərdarlıq mesajı göndərə bilər. Yenə xəbərdarlıq. Yox, olmaz o. Valideyn iclaslarının sayını artıra bilər. Mənim bu da düzgün deyil. Yəni olsa gəlmir də bunun nə mənası var? Onlar bir daha iclasa dəvət etməyə bilər. Bu da səhvdir. Mən buna niyə sual qoymuşam? Heç nə yazmamışam. Digər valideynlərlə xəbər göndər. Bu da deyil. Müəllim, Y-bənd də düz deyil axı. Məktəb saytında şagirdlər haqqında bəs bir dənə Y qalır, o da. Mən ona görə götürməmişəm. Heç birini düz saymamışam bunların. Bizdə yoxdur bu. Amma Avropada zətdə var da bu.
ki, valideynlə emosional bağdır. Yəni o da öz uşağı haqqında məlumat almaq onun hüququdur. İndi iş saatı ilə əlaqədar üzürlü səbəbdən gələ bilmir də. Mütəmadi iştirak eləyənmir. Yəni eləyir, amma azdır. Mütəmadi odur ki, yəni hər dəfə davamlı iştirakdır. Bunu eləyə bilmir deyə valideyn övladı haqqında daim məlumat olması üçün əlçatan bir yerə qoymaq lazımdır o məlumatları. O əlçatan yerdə məktəb saytında şahidlər haqqında xəbər bülteni yaratmaqdır. Ona görə mən bunu yəqin yazmamışam. Bəli, 7 onda. 6. 6-ya Y yazmışam. Bir dəqiqə. Y yazmışam. Məktəbdə valideyn iclasları zamanı hər müəllim ayrı-ayrı sinif otaqlarında əyləşir və valideynlər növbə ilə müəllimlərə yaxınlaşaraq öz övladları haqqında fərdi müzakirələr edirlər. Valideynlər iclasının belə şəkildə keçirilməsinin səbəbi aşağıdakılardan hansıdır? Mən Y yazmışam burada. Tək-tək edirlər də, iclasçılıqdan kənara çıxırlar. Bu yaxşı şeydir əslində. İclas effektiv deyil o qədər də. Konfidensiallıq nədir? Məxfilik. Bəli. Yəni də bunlar tək-tək. Mən bir dəqiqə yazmışam, Düzdür. prosta fikirləşirəm ki, niyə yazmışam. Yəni adə deyir ki, valideynin şəxsi həyatı haqqında suallar verməsi üçün Yox, səhvdir. hər halda da. Şagirdləri utandırmaq üçün səhvdir. İclasda müəllimin yorulmaması üçün bu da səhvdir. Valideynlərə konfliktlərin olmaması üçün, yəni əlaqəsi yoxdur. Konfidensiallığı qorumaq üçün, yəni ki, məsələn, birinin problemini digəri bilməsin deyə. Bəli. Məxfilik. Elə valideyn var ki, istəmir də o uşağının problemi digər valideynlər bilsin. Bəli. Düz yazmışam. Düz yazmısınız. Bəlkə səhviniz yoxdur. Yaxşı gedir, amma yazmamışam da 5-i yazmamışdım. Mənə miqdə və yaxud da sertifikasiya düşsə sual bilmədiyim. Əvvəl risk eləyirdim, atırdım birini. Sertifikasiyada yazın, miqdə yazın. Sertifikasiyada səhv düzü aparmır. Aparmır müəllim? Yox. Miqdə əvvəl aparmırdı, amma miqdə mən girdiyim il aparırdı. İlk il idi. Miqdə aparır, miqdə aparır, sertifikasiyada aparmır. Onda yazaram. Yoxdur, inşallah hamısını bilib yazaram. Yəni. Bilməyəndə də necə deyirlər, yandırmayın. Yazın geçsin. Sertifikasiyada Amma bir də düz sual. sertifikasiyada yazın, miqdə yazmayın. Miqdə Miqdə aparır. mən miqdə yandırmışam keçən dəfə özümü hamısını. Döymüşəm, yazmışam, döymüşəm. Uyğunluğu tapmalıyıq müəllim biz burada. Deməli, şagird səhvlərinin istehza ilə təqdim edilməsi effektiv şagird-müəllim münasibətinin qurulmasına müsbət təsir göstərmir. Mən 7-də müəllim A yazmışam. Niyə yazmışam? Bir dəqiqə. Şagird səhvlərinin istehza ilə təqdim edilməsi effektiv şagird-müəllim münasibətinin qurulmasına müsbət təsir göstərmir. Hətta istehza ilə təqdim edilməsi, yəni elə eləmək lazımdır. Kinayəli bəli də, yəni sərt şəkildə təqdim edir. Uşağı utandıran kimi edir də. Müəllimin şagirdin məktəbdən kənar fəaliyyətində iştirakı effektiv şagird-müəllim münasibətinin qurulmasına müsbət təsir göstərmir. Səhvdir. Göstərir. Bəli. Göz kontaktı və gülümsəmə effektiv şagird-müəllim münasibətinin qurulmasına təsir göstərmir. Səhvdir. Biz bunu götürəcəyik amma müəllim. Çünki bizə lazımdır ki, uyğunluq cədvələ. Yəni göstərir olmalıydı da burada. Yəni göstərmir deyirsə bu səhvdir və səhvin altındadır deyə biz onu düz götürəcəyik. Valideyn iclaslarının tez-tez keçirilməsi effektiv şagird-müəllim münasibətinin qurulmasına müsbət təsir göstərmir. Göstərmir. Tez-tez keçirilməsi effektiv şagird-müəllim münasibətinin qurulmasına Göstərmir də, tez-tez göstərir. Bəli. Düzdür. Yəni o şagird-müəllim məsələsi düz deyil. Biz götürəcəyik nə qaldı yerdə? A bəndə də düzdür. Mənim düz yazmışam. Halal olsun. Vallahi halal olsun. Allah hamd olsun.
Heç özümdən gözləmirdim. Yox, gözləyirəm müəllim özümdən. Yaxşı yazmışam. Belə də olmalı idi əslində. Müəllim əvvəl çox səhvim çıxırdı sınav test işləyəndə də. İndi 2 dənə səhvim çıxanda özümü əsəbləşirəm ki, 2 dənə niyə səhv elədim mən? Əvvəl 8 dənə səhv çıxanda vecimə olmurdu ki, 4 dənə düz çıxırdı, 6 dənə səhv çıxırdı. Çox vecimə olmurdu da. İndi 2 dənə səhvim çıxanda əsəbləşirəm. Yayda 2 dənə səhv eləmişəm. Mən 5 Bu şey yaxşı olmaz. şeydir də. Bəli. Verilən nümunələrdən hansılar müəllim-valideyn münasibətlərinin effektiv qurulmadığını təsvir edir? O düz oxudum müəllim. Hara getdi? Biz 8-ə səhv oxudum. Yox, düz oxudun. Ha, Mən 9-a keçirdim. ha, bir saniyə. Verilən nümunələrdən hansılar müəllim-valideyn münasibətlərinin effektiv qurulmadığını təsvir edir, yəni gözüm görmür. Deməli oxumağımda problem var, gözümdə deyilmiş. Verilən nümunələrdən hansılar müəllimin valideyn münasibətlərinin effektiv qurulmadığını təsvir edir? Hansı effektiv qurulmayıb? Deməli, müəllim şagirdlərlə bir yerdə tədbir təşkil edir. Tədbirdə valideynlərin də iştirak etməsi üçün hər bir valideynə dəvətnamə göndərir və tədbirin sonunda valideynlərə təşəkkür edir. Burada biz effektiv qurulmayanı axtarmalıyıq müəllim. Deməli, Bəli, bəli. hə, bu düzdür da, biz bunu seçmirik. Mən 2 ilə 4-ü seçmişəm, görək düzmü seçmişəm. Müəllim valideynlər qrupuna dərs prosesində aktiv iştirak edən şagirdlərlə bərabər dərsdə heç iştirak etməyən uşaqların da adlarını qeyd edir. Olmaz eləmək. O birisi uşaqları təhqir eləmiş kimi olur da. Müəllim valideyn iclasında emosional intellektin və nə olduğunu, onun uşaqların həmçinin böyüklərin həyatına təsir etməsi ilə bağlı maarifləndirici söhbətlər aparır. Yəni bu düzdür. Bəli. Qolman nəzəriyyəsində demişdik də bunu. Bəli. Müəllim ilin əvvəlində valideyn iclasında bütün şagirdlər haqqında keçən ilki nəticələri müzakirə edib, onlardan növbəti il üçün gözləntilərini aydın şəkildə bildirir. Müəllim, bu Düzdür, səhv. yox. Yəni bütün şagirdlərin nəticələrini iclasda müzakirə edib, onların Bəli, yəni bəli. olmaz onu eləmək. İclasda müzakirə Bəli. etmək olmaz. Qurulmadığını deyil, bəli. Bu düz idi də, bunu çıxardaq. Yəni bizdə cavab qalacaq müəllim. Biz seçməli idik müəllim, 2 ilə 4-ü seçməli idik. Hə. Düzdür, düzdür. İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllim atdığı hansı addım doğru hesab edilir? Mən götürmüşəm D bəndini. D-ni oxuyum yoxsa birinci D-dən başlayım. Bu imtahana düşmüş sualdır. Müəllim şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə fərdi şəkildə danışır və onunla empatiya. Müəllim bu düzdür da. Yəni bu düzdür. Əslində elə eləməlidir. O birislərdə də səhv şeylər deyir. Məsələn, şagirdin problemini bütün sinifin qarşısında bu olmaz. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya bu da olmaz. Özü problem həllinə çalışmadan şagirdləri və onların valideynlərini direktorun yanına bu da qətiyyən olmaz. Müəllim ümumi valideyn iclası keçirir və bu problemi hamı ilə birlikdə təbii ki, xeyr. Əgər 2 dənə uşaq dalaşıblarsa, elə 2 dənə uşağın özünü həll eləsin. Nəyə lazımdır bütün valideynlər? İlk valideyn iclasında deməli ilk 2 dənə belə sual verir müəllim, fikir verin. İkisini arda yazıblar özdə. İlk valideyn iclasında Samirə xanım sinif rəhbərindən övladı haqqında yalnız mənfi rəylər almışdır. Bu andan etibarən Samirə xanım da bununla bağlı neqativ hisslər formalaşmış və nəticədə o tez-tez valideynlər iclasından yayınmağa başlamışdır. Bunu anlayan sinif rəhbəri Samirə xanımın valideynlər iclasında qarşı olan münasibətini dəyişmək üçün nə edə bilər? Yazdığım variantı deyim. Mən onda Y bəndini götürmüşəm. İlki valideynə şagirdin irəliləyişinin haqqında məlumatlar göndərmək. Bunu yəni necə deyir? Necə eləyə bilər ki, bunu məsələn aradan qaldırsın o şeyləri də, soyuq buzları ortadan qaldırsın.
Hə. A bəndə deyir ki, valideynin oxuması üçün məktəbli kitabçasına bu səhvdir. Yenə xəbərdarlıq, Bəli. bəli. Valideyn iclaslarının sayını artırmaq, bu da səhvdir. Bu halı məktəb rəhbərinə xeyir. Həmin valideynin övladına yüksək qiymət təbii ki, xeyir. E, Yebəndi. Bəli, bu rahat idi. Yaxşı oxumusunuz, ondan. Yox, mənim bəzi situasiyalar, şeylər var ki, çox rahat cavablar çıxır. Bəziləri var ki, çox adam qarışdırır. Yəni çox oxşuyurlar. Adam seçə bilmir bir-birindən. Ona görə də yəqin ki. Siz dərsi çox yaxşı izah eləmisiniz müəllim. Mən ona görə çox yaxşı başa düşmüşəm. Vay, vay, vay. Bəli, bəli. Deyirsiz də, deyirsiz də. Elədir müəllim. Mənim də potensialım var, başa düşürəm də mənim, düzdür. Çox. Özümü də tərifləməsəm olmur. İlk valideyn iclasında Arzu xanım sinif rəhbərindən övladı haqqında yalnız mənfi rəylər almışdır. Bu andan etibarən Arzu xanımda bununla bağlı neqativ hisslər formalaşmış və nəticədə o valideyn iclasından yayınmağa başlanmışdır. Bunun baş verməməsi üçün sinif rəhbəri nə edə bilər? Mən 11-də götürmüşəm C bəndini. Deməli, A-da deyir ki, valideynə pozitiv məzmunlu mesaj göndərə bilər. Yox. Sinif saytında xəbər bülleteni yarada bilər. Xeyr. Valideynlə aranı düzəltməyə çalışır bu. İlk iclasda şagirdin daha çox pozitiv tərəflərini vurğulaya bilərdi. Yəni bunu niyə bilərdi ki, belə olmasın? Bundan danışır da bizim üçün. Hə. Bəli, ona görə C bəndidir. Yəni Ümumiyyətlə valideynlə pozitiv münasibət üçün ilk iclasda ancaq problemlərdən danışmaq doğru deyil. Ümumiyyətlə valideynləri həmişə də pis şey olanda məktəbə çağırmaq doğru deyil. Yaxşı şeydə də məktəbə çağırmaq lazımdır. Ona görə bizim valideynlər bir iclasdan sonra qaçaq düşürlər məktəbdən. müəllim əslində o düzdür. Bəzi valideynlərə doğrudan problem var. Mən sinif rəhbərliyi götürmürəm ümumiyyətlə. Yəni müəllim mən yəni bilirsiniz necədir? Təsəvvür edin bir dəfə valideyn iclasıdır. Məni də fənn müəllimi kimi çağırıblar. Mən də getmişəm valideyn iclasına və işlədiyim il ikinci ildir. Biraz forsda olan illər olur belə yəni. Hə, ikinci ilimdə işləyirəm. Getmişəm valideyn iclasına. Deməli, indi uşaqlar haqqında bir də mən uşaqları həftədə bir dəfə görürəm və uşaqların həqiqətən hamısını çox belə dərindən deyim, uşaqların üzünü görəndə tanıyıram, amma adları yadıma düşmür də, bu normal bir şeydir. Mənə görə normaldır, həftədə bir dəfə görürəm. O da bəzən bayrama düşür, bir ay görmürəm və s. Deməli bir dənə uşağın atası gəlib. Uşağa mən qiymət yazmışam, deməli 4. Uşaq da ki, yəni potensialı uşağın zəif ola bilər, amma mən onu dərsdə qaldıranda, sual vermək deyəndə, məsələn, mən uşağı lövhəyə çıxardıramsa şəkil çəkməyə, uşaq mənə cavab verir. Məsələn, yerində tapşırıq verirəm mövzu ilə əlaqədar. Uşaq mənə əgər geri dönüş eləyirsə, mən ona niyə görə 2 yazmalıyam? Valideynin mənə sualı bilirsiniz nə oldu? Atası durub mənə sual verir ki, mən də soruşmuşdum ki, sinif rəhbərindən, uşaqların hamısının anası və atası var. Yəni sizin sinifin. Ümumiyyətlə soruşuram, hansının anası yoxdur, hansının. Bilirsiniz, bəzən olur da, indi sinifdə əlavə söhbətlər düşür. Çalışıram ki, elə sinifdə məsələn hansısa valideyni yoxdursa, həyatdan misal çəkməməyə çalışıram. O ailə ilə bağlı olan şeylərdən də. Deyir ki, atası mənə sual verir ki, müəllimə deyir, siz Yusifə deyir 4 yazmısınız. Yusif deyir, A-la T-nı qanmır. Siz ona niyə 4 yazmısınız? Dedim, neçə yazmalıydım ki? Deyir ki, 2. Atası deyir. Allaha and olsun. Eynən bu şəkildə oldu. Onda onlar deyəsən 6-da oxuyurdular da. Məncə 6 idilər. Hə, 6 idilər. Belə biraz fikirləşdi. Mən cavab verməliyəm axı. Cavab verməliyəm. Dedim ki, ola bilər digər fənlərdən uşağın potensialı zəif olsun. Ola bilər, yəni hər bir uşaqda ola bilər. Bizim öz övladımızda da ola bilər. Normaldır da. Amma mənim fənnimdə uşaq, yəni mən nə zaman Yusifi qaldırmışam, yəni o uşaq mənə cavab verib. Dedim, istəyirsinizsə 5-ci günü bizdə məktəbdə dərs dinləmə günüdür. Rəhbərlikdən icazə alın, gəlin oturun dərsdə. Daha yaxşı olar ki, dedim uşağın anası da gəlsin. Siz də gəlin, ikiniz də bir yerdə oturun, ikiniz də bir yerdə qulaq asın dərsə və bu şəkildə fikir bildirməyiniz daha yaxşı olardı. Dedim, sonra da dedim üzürlü sayın, mən dərsə getməliyəm.
Sözümü də yekunlaşdırdım, çıxdım. Ondan sonra da heç vaxt. Mən o cür iclaslara getməmişəm. Yenə hansısa bir səviyyəsiz durub deyəcək ki, düşünün ki, biri var uşağa zəif qiymət yazırsan, sənə deyək ki, niyə zəif yazmısan? Uşağa mən normal qiymət yazmışam və həqiqətən də cavab verir də. Və orada sinif nümayəndəsi iştirak edirdi o iclasda. O uşaq qalxdı dedi ki, mən tutuldum bir anlıq, belə elə özümə qəribə gəldi. Belə dedim, təzə ildir, yəni ikinci ildir falan. Uşaq dedi ki, müəllim dedi ki, Leyla müəllimin dərsindən Yusif cavab verir. Uşaq məndən əvvəl reaksiya bildirdi ki, yəni axı deyir cavab verir də, yəni Leyla müəllim ona yəni 2 yazmalı deyildi. 2 yazsaydı haqsızlıq olardı. Yəni valideynin uşağın elə bir uşağına düşməndir nədir ki, bu tutaq ki də özü məndə təsviri sənətdir də. Yəni bunun sən nəyin davasını dedim, açıb albomuna baxmısınız bir dəfə uşağın. Nə çəkin dedi, yox. Dedim ya, olur, həqiqətən də yeri deyil. Sən uşağın albomuna baxmadan, uşağın nəsə potensialını bilmədən gəlibsən müəllimə, mənə, sən mənə o sözü yəni demək düzgün deyil də. Mən də amma dedim, yaxşı dedim ki, siz yaxşı olar ki, anası ilə bir yerdə gəlib dərsə qulaq asasınız. Təsəvvür edin, bütün hamısı qadındır, bir dənə bu kişi gəlibdir və uşağın anası var yəni. Allah and olsun. 20 dənə qadının içində bir dənə kişi oturub valideyn qismində. Qınamıram, ola yoldaşı olmaya bilərdi. Və sinif rəhbəri dedi ki, uşaq, yəni özü deyir çıxıb eləyir də anası bayıra. Yəni o qadağa qoyan adam, bəzi kişilər qadağa qoyuraq arvad evdən çıxa bilməz. Elə deyilmiş. O müəllim elə bir şey başıma gəlmişdi. Ondan sonra falan nə bilim, nəysə. Hə, o yəni müəllim bəzən nə qədər də cəhd eləsə, valla o yönsüz, vecsiz valideynə valla xeyri yoxdur. Allah haqqı xeyri yoxdur. Çox çətin adamlar var, düz deyirsən. Həqiqətən. Yəni yaxşıdır, bir dəfə qarşılaşmışam elə insanla, yəni ondan sonra da ümumiyyətlə mən ümumiyyətlə kişilərlə çalışıram ki, heç çox kontakt qurmamağa çalışıram. Yəni davaya gedib çıxacaq uşağın durub nəyinsə dedim mən ki, yoldaşını götür gəl, otur dərsdə də. Nə deyim başqa da? Yəni anasına dedim, gəlin oturun dərsdə, görün necə cavab verir uşaq dərsə. Dəhşət idi. Nəysə mənim belə çox maraqlı bir hadisə olmuşdu. Çox maraqlı. Deməli 12-yə baxırıq mənim. Mən 12-də beyni. Mənim hələ ki səhvim çıxmayıb. Birini yazmamışam, amma birini də səhv saya bilərəm əslində. Yəni ki yazmayacaqdım. 12-də beyni. Və cavab kartına baxmamışam. Mənim cavab kartlarını cıra bilərəm. Həqiqətən konkret açmıram cavab kartı səhifəsini. Yox, and için yoxsa inanmıram. Yeməli. And için. Atacana baxmamışam. Ya özümə aldatma fikrim yoxdur, yəni belə deyim. Hə, B yazmısınız? Hə, müəllim, deməli mən bir dəqiqə 12-yə B yazmışam. Yox, sual 13-də deyəcəyəm, sual qoymuşam. Müəllim B-yə 3-4-ə baxaq. Deyir ki, müəllim yalnız biz uyğunluğu tapmalıyıq. Müəllim yalnız şagirdin davranışı və ya akademik göstəriciləri ilə bağlı problem və ya narahatlıq yarandıqda valideynlə əlaqə saxlayır. Əlbəttə ki, xeyr. Müəllim ümumiyyətlə tək problem olanda yox, həmişə valideynlə kontakt olmalıdır da, ancaq problemi gözləməli deyilik. Bu rahat idi də, ona görə yazmışam. Müəllim vaxtaşırı valideynlərlə sinif fəaliyyətləri ilə bağlı ümumi məlumatları şagirdlər vasitəsilə göndərir. Şagirdlər vasitəsilə səhvdir. Bu da səhvdir müəllim. 3-4. Axtarmaq istəyirəm ki, harasındadır səhv. Bəli. Mən buna sual qoymuşam müəllim. Valideynlərlə bilmirəm ki, bir dənə oxuyum elə sualı görüm niyə qoymuşam. Valideynlərlə effektiv əlaqənin qurulmasına aid deyil. Şagirdlərin davranışı haqqında müəllim mütəmadi olaraq deməli biz axtarmalıyıq effektiv əlaqənin qurulmasına aid deyil. Şagirdlərin davranışı haqqında müəllim mütəmadi olaraq valideynə məlumat. Mən buna heç nə yazmamışam və sual qoymuşam. Yəni heç nə yazmamışam. Maraqlıdır. Deməli, şagirdlərin davranışı haqqında müəllim mütəmadi olaraq valideynə məlumat verilməlidir. Düzdür. Hə, valideynin hüququdur da. Bu düzdür, hə. Övladının təhsilinin keyfiyyəti, övladının dərsə davamiyyəti ilə bağlı məlumat alsın. Mənim. Faktlara əsaslanaraq şagirdin davranışı barədə məlumat verməlidir.
Ə, ə, faktlara əsaslanmaq. Düzdür də, yəni deyir, real olan şeylər əsasında şagirdin davranışları barədə məlumat verməlidir. Bu da düz. Bəli. Ə, Yəni uydurmamalıdır da. hə də əsas Yalandan deməməlidir. yəqin onu başa düşməmişəm mən. Müəllim və valideynlər problemi dərhal həll edə biləcəklərini düşünməlidir. Dərhal həll eləmək olmaz axı. Necə düşünsün ki, dərhal həll Bəli, eləmək? bəli, bəli, bəli. Dərhal olmur. Çünki məsələn oxumur, oxuması üçün zaman lazımdır. Davranışı pisdir, düzəltməsi üçün zaman lazımdır. Bu belə birbaşa dərhal olan şey deyil. Bunlar Yəni, yaxşı şeylər ümumiyyətlə gec olur və tədricən olur. Tez olmur. bəli. Ə, deyir ki, o birislərə baxmıram onda. C-dir cavab. C. Mən o Baxmıram. B-ni bilməmişəm müəllim. Ona görə faktlar falanı qarışdırmışam. Hı -hı. C buna yazaq. Altından xətt çəkim, sonra bir də baxaram buna. Yazmadıqlarımın altına xətt çəkirəm ki, sonra baxıram ki, müəllim, görüm mən onları düz yazacam yoxsa yox. Bir səhvlərimi o cür edirəm. Amma düzgün cavaba baxmadan, yəni. Düzgün cavaba baxmadan. 14-də A-nı yazmışam, baxaq. Effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Aid olmayan, səhv. Səhv. Bəli. Hədə biz səhvi tapacağıq. Mən nə yazmışam dedim? A yazmışam müəllim. Burada A-nı yazmışam. Deməli elə A-ya şagirdin fəaliyyətini artırmaq üçün onu qıcıqlandıran və gözüm ağrır, açıqın taxa bilmirəm. Necə düşmür gözünüzə? Mənim düşür, boz öyrəşməmişəm. Durmadan belə-belə eləyirəm açıqını, özümdən asılı deyil. Əlimlə tuturam, elə bilirəm düşəcək gözüm. Açıqsız taxacam müəllim. Açıqsız. Açıqsız. Açıqsız taxacam mən. Açıqı taxmayacam. Ay mənim bir də o gün mən dedilər açıqı yaraşmır. Kompleksə düşdüm, konkretini taxmayacam. Yox, məncə səhvdir belə, əksinə. İnşallah ki, əksinədir. Bəli, dəqiq əksinədir. Hə. Deyir ki, effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Biz yanlışı tapacağıq. Bunu oxuduq zaten. A bəndini yazmışam. 14A. Şagirdin fəaliyyətini düzdür. artırmaq üçün, onu qıcıqlandıran və daha çox olmaz. Qıcıqlandıran səhvdir. Olmaz, düzdür. Biz 14-ü götürmürük. Yəni A bəndini götürmürük, səhvdir. Bəli. Verilənlər arasında müəllimin hansı fəaliyyəti müəllimlər və valideynlər arasında tərəfdaşlığın inkişaf edilməsinə xidmət edir? Yaxınlaşdırırmış. Bu nətər yaxınlaşdırır? Müəllim, vallahi əməli yaxın. Bu uzaq görmə açıqsıdır, vallahi yaxınlaşdırır, inanmayacaqsınız amma. Bəlkə yaxına baxdığınız şeyə baxanda onu yaxınlaşdırır, uzaqda baxdığınız şeyə baxanda onu da yaxınlaşdırır. Məntiqli. Ola bilər. Məncə də məntiqlisiz. Yəni, deməli. Bura nə yazmısınız? Mən Y yazmışam. Sual Düzdür 16. hesab eləyim. Mən bir dənə su götürüm gəlim. Suyum bitdi. Tamam, mən də bilirəm. Boğazım qıcıqlanır. Tamam. Həkim hesabı həkimə qulaq asın məndə. İyi. Hı? Tamam müəllim. Tamam. Deməli, biz 15-ə mən Y yazmışam. Valideynlər arasında müəllimin hansı fəaliyyəti müəllimlər və valideynlər arasında müəllim verilənlər arasında. Ay mənim, Allah beni kahretməsin. Verilənlər arasında müəllimin hansı fəaliyyəti müəllimlər və valideynlər arasında tərəfdaşlığın inkişaf etdirilməsinə xidmət etmir. Nəsə, Y bəndini oxuyum. Övladı yaxşı nəticələr göstərən valideynlə daha az xidmət etmir. Deməli, yəni müəllimlə valideynlər arasında tərəfdaşlığın inkişaf etdirilməsinə xidmət etmir. Yəni ona yaxşı təsir eləmir də, yəni onun inkişaf etməsinə yaxşı təsir etmir.
kimi. Övladı yaxşı nəticələr göstərən valideynlərlə daha az, zəif nəticə göstərənlər daha çox əməkdaşlıq edir. Zəif nəticə göstərənlər qalanı yoxdur. Onun Y bəndidir. Aya tez-tez qaça-qaça baxıram. Valideynləri məktəb fəaliyyətlərinə, tədbirlərinə, əməkdaşlığa dəvət edir. Bunu könüllülük şərti ilə edir. Özlərinin fikir bildirməyinə, hər hansı bir məsələ ilə bağlı təşəbbüs irəli sürməyinə şərait edir. Bu düzdür. Valideynləri övladlarının təhsili ilə bağlı öz fikirlərini və təcrübələrini bölüşməyə təşviq edir. Onları məktəb siyasətinin hazırlanmasına kimi qərar qəbul etmə prosesinə cəlb edir. Əgər valideynlərlə konflikt yaranarsa, onları həssaslıqla həll etməyə çalışır. Müəllim, cavab Y bəndidir. Gözümün dərmanının vaxtı keçib, mən dərmanımı çəkmişəm. Mənim Y bəndidir burada. Bəli, bəli, zəif nəticə göstərən. Sualı siz oxuyanda mən görməsəm belə cavab yadıma düşür. Əzbərləmişəm də sualları. Bəli, mənim. Valideynin məktəblə əməkdaşlığa cəlb olunmamasının səbəblərindən deyil. Yəni 4 dənəsi səbəbdir, bir dənəsi deyil. Mən niyə sual qoymuşam ki buna? Bir dəqiqə, mən B-yə yazıb sual qoymuşam. A-ya bu dənə baxın. Valideyn iclaslarında konfidensiallığın gözlənilməməsi. Olunmamasının səbəblərindən deyil. Valideyn iclaslarında konfidensiallığın gözlənməməsi. Bu səbəbdir də. Yəni bunu eləsək müəllim valideyn iclasa gəlməyə bilər. Müəllim valideynlə münasibəti empati göstərərək onu anlayışla qarşılaması. Bu səbəblərindən deyildir. Bəli. Bəli. Çünki empati deyil, empatiyadır. Türkçə yazılır, empati. Bu səbəbə aiddir. Bu yaxşı şey. Çünki bunu eləsə bu müəllim valideyn əksinə gələcək. Bəli. Hətta yəni biz bunun gəlməməyinə səbəb axtarırıq da. Bəli, bəli. Yəni o birislərdə də eyni şeydir bu. Yəni də səhvdir. Yenə səhv çıxartdıq. Keçək 17-yə. Bəli. Dərs prosesində şagirdləri qrupa bölən müəllim tapşırıqları onlara təqdim edir. Amma sinif səs-küylü olduğundan qruplar müəllimin verdiyi tapşırıqları anlaya bilmir. Bu situasiya ilə bağlı hansı fikir doğrudur? Mən Y yazmışam. Burada elə olar da, səs-küy varsa. Ya da biz doğru olanı tapırıq da, düz yazmışam. Yəni deyir, idarə olunması zəifdir də sinifdə. Səs-küy varsa müəllim sinifi idarə edə bilmir. Bəli. Məktəbdə var elə müəllimlər. Hər yerdə var. Aha, bu yaxşı sualdır. Yaxşı dediyim sual yəqin ən çətin sualdır müəllim. Mən D yazmışam ki buna. Hə də çətin suallar məncə yaxşıdır. Yaxşı sual məncə çətin suallardır. Çətin yox, tapanda insana qaranlıq qalmayan, amma ilk baxışdan tapa bilmədiyimiz suallardır məncə yaxşısı. Yəni baxan kimi cavab çıxmır. Cavabı bilirsən əslində. Cavabı deyəndən sonra deyirsən, "Vau, buymuş cavab." Yəni mən D yazmışam və tərəddüd etmədən D yazmışam. Sual zət yoxdur qarşısında. Müəllim ilin əvvəlində həm valideynlərlə, həm də şagirdlərlə ayrı-ayrılıqda iclas keçirir. Valideynlərlə iclas zamanı müəllim onlardan övladlarının müsbət və mənfi xüsusiyyətlərini, hər hansı bir xəstəliklərinin olub-olmaması haqqında bir çox məlumat əldə edir. Bu məlumatlar, mən bunu eləyirəm, sinif rəhbərlərindən soruşuram ki, hansısa uşaqların xəstəlik zadı yoxdur ki, biri var idi, xəstə idi uşaq. Birdən döyüb eləyərəm elə. Yəni mən uşaqları yox, döyən deyiləm mən. Qətiyyən.
Şübhəli. Şübhəli. Nə oldu elə? Yəni arada yox, döyəndə müəllim belə kişi kimi döyürəm. Kameranın altında çırpıram. Yəni polis bir dəfə yaparsın deyə. Yəni deməli deyir ki, bu məlumatlar şagirdləri daha yaxşı tanımağa kömək edir. Şagirdləri daha yaxşı tanımağa kömək edir. Hə. Şagirdlərlə olan iclasda isə müəllim onların əməl etməli olduqları qaydaları, il ərzində icra edilən sinif prosedurlarını təqdim edir. Şagirdlər və valideynlər müəllimin tələbkar olduğunu düşünürlər. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Hələ mən burada D yazmışam. İndi baxım, D-yə baxım yoxsa belə seçim? Baxım seçim. Düz yazmısınız. Düz yazmışam. Afərin mənə. Hə. Şagirdlər haqqı bir dənə ki, mənim oxuyum da nə olar. Şagirdlər haqqında bu cür spesifik xüsusiyyətlərin valideyn iclasında ümumi şəkildə alınması yanlış yanaşmadır. Şagirdlər haqqında da biz doğru fikirləri müəyyən etməliyik də. Deyir ki, şagirdlər haqqında bu cür spesifik xüsusiyyətlərin valideyn iclasına ümumi şəkildə alınması yanlış yanaşmadır. Bəli, onu bütün valideyn Bəli. iclasında olmaz. Çünki tək-tək soruşmaq lazımdır ki, bəlkə uşağın xəstəliyi var, o birisi valideyn bilməyini istəmir. İlin əvvəlində müəllimin qayda əvəzinə sinifə gözlənti qoyması daha düzgün olardı. Belə ki, qayda ən son halda tərtib olunmalıdır. Bu da düzdür. Gözləntinin sərt formasıdır da qayda. Bəli, biz birinci gözlənti qoyuruq, baxırıq ki, görək uşaq özünü nətər apardı. Ondan sonra yox, döymürük, qayda qoyuruq müəllim. Döymək olmaz uşaqları. İlin əvvəlində müəllimin il ərzində hansı prosedurları, bunlar səhvdir müəllim. Yəni bunları biz seçməməliyik. Onlara baxmırıq biz. Onları seçmirik. Düz yazmışam. Müəllim rahat sual imiş. Mənim çətin deyil o. Ay Allah. Hə, deyirsiniz də. Müəllim çətin deyil. Yo bu mövzu. Dünən qrupda 20 nəfər 40 dəqiqə tapıb onu. Amma mənim yazılar ifasız rahat sualdır. Elə suallar məndə bəlkə də çox düşünmüşəm. Mən yazanda o da ola bilər. Prosta indi yazmışam deyə. Beynimdə formalaşıb artıq variantı. Ya da siz dahi şəxsiyyətsiniz, ona görə tez tapırsınız. Yox, mən yazanda belə test tapa bilmərəm də, yəni. Ona görə əvvəlcədən hazırlamışam ki, orada oxuyanda mənə rahat gəlsin. Şagirdin valideyni sinif rəhbərindən daim şagird haqqında neqativ zənglər alır. Valideynin övladının tədrisi ilə ciddi maraqlanmağına baxmayaraq, bir müddət sonra o sinif rəhbəri ilə ünsiyyətdən yayınmağa başlayır. Sinif rəhbəri valideynlə münasibəti yaxşılaşdırmaq üçün nə edə bilər? İynəsin. Mən yazmışam müəllim. D yazmışam ya. Bir də gömüz yazmışam. Deyir ki, buradan sinif rəhbəri valideynlə münasibəti yaxşılaşdırmaq üçün nə edə bilər? Ada deyir ki, bayramlarda valideynə təbrik mesajı yazmaq, sinif saytında xəbər bülleteni yaratmaq, şagirdlə bağlı şikayətlər etmək üçün valideynə konfidensial iclaslar keçirmək, şikayət eləmək üçün özdə. Külliyən yalan. Valideyn ilə şagirdin müsbət tərəfləri haqqında məlumat vermək üçün əlaqə saxlamaq. Akademik ilin əvvəlində valideyninə salamlama məktubu göndərmək. Yəni o ilkdir də. Axı sonradan pisləşib bunların vəziyyəti. O əgər şagirdi pisləyibsə, yenidən onu bərpa eləmək üçün şagirdin başlamalıdır müsbət tərəflərini deməyə də. Bu düzdür. Düzdür müəllim? Səhv dedim. Düzdür müəllim, dedi. Hə, düzgün fikir axtarırsa dedi. Mən də yanlış fikir axtarırdım. Mən də fikirləşəm ki, mən mi səhv edirəm? Mən baxam ki, A yanlış, B yanlış. Bunların 2 dənə cavab niyə oldu? Aşağıdakı strategiyalardan hansı valideynlə düzgün münasibət qurmaq üçün deyildir? Bunlar rahat ol. Mən yeni yazmışam. Deyildir. Birinci A-lara baxam. Valideynlə empatiya qurmaq, məxfilik qorumaq, valideynlə əlaqə yaratmaqda israrlı olmaq. Bunlar hamısı dərsin içində var idi. Valideynlə münasibət qurmaq. Bəli, şagirdlərin fəaliyyətini ümumi müzakirə etmək üçün
valideynləri iştirak. Ay. Bəli, yeydi. Ay. 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 İki dənə səhv sayaqdı. Mən iki dənəsini yazmamışam. Birinə də sual qoymuşdum. Yaxşıdır hələ ki, hə? Niyə boş qoyursunuz ki? Usta, Yox, mənim yəqin heç başa yox. Niyə? Onu heç başa düşməmişdim. Ona görə səhv yazmaq istəmirəm də. Onu elə istəyirəm ki, soruşum, dəqiq soruşum. Dəqiq soruşum ki, niyə görə yazmamışam. Variantlar beynimdə şey olsun deyə qarışdırmışam yəqin. Yanlış fikri müəyyənləşdirin. Mən D, o bunların hamısı D-dir ki, D yazmışam. Hamısı yox, ikisi D-dir. Müəllim şagird arasında olan pozitiv münasibət qarşılıqlı inam, hörmətlə əsasında yaranır. Düzdür. Hörmət əsasında. Bu düzdür. Şagirdləri sevmək və onları olduqları kimi qəbul etmək müəllim şagird arasında yaranan pozitiv münasibətin şərtlərindən biridir. Düzdür. Pozitiv iş münasibətləri müəllimdən sərhədləri müəyyənləşdirməyi, şagirdlərin məktəbdəki rollarını aydın şəkildə tərtib etməyini tələb edir. Bu da düzdür. Sərhədlər qoyulmalıdır uşaqların arasındakı müəllimin, yəni uşaq gəlib nəsə deməsin də bizə. Siz onu izahda demişdiniz. Qəşəng izah eləmişdiniz. Onun yadındadırsa. Şagirdlər görəsən nə demişəm? Müəllim deyəsən demişdiniz ki, şeydir. Bir dənə görüm düz yadıma düşür. Uşağa desək ki, sizlə dost olaq, uşaq deyəcək müəllim axşam gedək 50-50 vuraq. Yaxşı demişəm. Yox, düzdür. Vallahi elədir. Hə, müəllim belə. Düzdür. Şagirdlərə şamildir ancaq uşaqlara olmaz yəni. Şagirdlər anlamalıdır ki, müəllimlərlə aralarında olan pozitiv münasibət onu göstərir ki, müəllim onların dostudur. Hə, bu idi da, bu səhvdir. Elə oradakı C-dəkini bura şey eləyir müəllim. Bu səhvdir, dostudur olmaz. Biz birinci dəfə bu mövzunu keçəndə müəllim, mən orada demişdim ki, bilmirəm axı nədir. Deyirəm, hə, müəllim uşaqla dost olmalıdır. Müəllim uşaqlarla dost olmalıdır, yaxın olmalıdır. O şey dedi ki, gəlib uşağın biri sənə deyəcək ki, müəllim, mən filan kəsi deyir, xoşum gəlir. Mən filan kəslə danışmaq istəyirəm. Nə deyəsən? Bu da deyəcək sənə dostumsan da müəllim deyirəm. Nə cavab verəsən? Deyirəm, heç nə cavab vermirəm. Deyirəm, mən uşaqlarla dost olmaq olmaz. Deyir, hə. Siz də izah eləmişdiniz, yadımda qalıb. Məktəbdə yeni təyin olmuş müəllim 9-cu sinifə dərs keçməyə başlayır. Şagirdlər heç bir halda yeni müəllimi qəbul etmək istəmir, onunla uyğun münasibət qura bilmir. Müəllim bu problemi aradan qaldırmaq üçün hansı addımları atması yaranmış vəziyyətdə düzəldə bilər? Bu rahat sualdır. Mən D yazmışam, rahatdır bu. İndi o variantlarda niyə rahat olduğunu deyəcəm. D-də deyir ki, müəllim şagirdlərin valideynləri ilə danışıb bu məsələni həll edə bilər. Yəni uşaqların valideynlərlə danışıb nəyi həll eləyəcək ki? Müəllim şagirdlərdə dərsdən Çox sonra tezdir də. Başlayan ki, Bəli, təzə bəli. gəlmiş müəllimdir. İlk problemi Birbaşa necə? Onun olmaz. valideynlə danışmaq doğru deyil də. Acizlik göstəricisi olaraq. Bəli. Müəllim şagirdlərlə dərsdən sonra maraqlı bir məkana ekskursiya edə bilər. Hə, uşaqlarla aranı düzəltmək üçün. Aranı düzəltmək deməyək də, yəni. Körbayır da. Bəli. Müəllim sinifə dərs keçən digər həmkar yoldaşları ilə ünsiyyətə girərək sinif vəziyyəti haqqında xüsusi məlumatlar ala bilər. Bu da düzdür. 4 niyə səhvdir? Deyir ki, müəllim dərsin əvvəlində dərs boyunca aktiv olan şagirdləri sonda hədiyyə verəcəyini bildirə bilər. Müəllim, mən sizə keçən dəfə bildim ki, bu ümumiyyətlə səhvdir. Yəni uşaqlara bir-birlərinə dalaşırlar sonra uşaqlar hədiyyə almaq. Hədiyyə mənə düşdü, mənə düşmədi. Özdə aktiv olan deyir, passivlər qalır kənarda da. Yəni. Bəli. Yəni o uşaqları kənarlaşdırır da. Yəni mən də onun tərəfdaşı deyiləm. Xoşlamıram elə şey. Müəllim valideyn iclası keçirir. İclasda valideynlərdən biri övladı haqqında məlumat əldə etmək istəyir. Lakin müəllim isə iclasda ümumi məsələlərdən danışır. Müəllim valideyn iclası keçirir. İclasda valideyn övladı haqqında məlumat əldə etmək istəyir. Lakin müəllim isə iclasda ümumi məlumatlardan danışır. İclasdan sonra isə valideynlərə övladları ilə bağlı daha detallı məlumat verir. Situasiya ilə bağlı hansı fikir doğrudur? Müəllim valideynlərə
Nə oldu? Anam qonşu otaqdadır mənim. Oradan bura şəkil atıb. Qapını bağlamışam. Şəkil atıb mən oradan. Hə, deməli, dedim Ha, nəsə olub. analar müqəddəsdir. Vermədim. Deyirəm Analar görəsən nəsə müqəddəs. olub. Şəkil atıb mənə. Toya gedəcək, paltar şəkli. Toya gedəcək. Deyirəm dərsdəyəm. Deməli, biz buradan doğru variantı tapmalıyıq. Hə, yəni niyə valideynin müəllimin elə elədiyini düzgün tapmalıdır ki, müəllim valideynlərə elə iclasda övladları ilə bağlı məlumat verməli idi. Yox, olmaz. Əgər uşağın səhvi varsa, bunu bütün sinifin, bütün valideynlərin qarşısında demək olmazdı. Bu səhv idi. Müəllim konfidensiallığı qoruyaraq, müəllim valideyn arasında olan münasibəti tənzimləyir. Müəllim bu düzdür. Mən bunu götürmüşəm. Siz xətt çəkdiniz üstündən, sildiniz sonra. Bir dənə C. Müəllim fərdi məsələləri iclasdan sonra müzakirə etməklə valideyn arasında ayrı seçkilik xeyir. İclasların bu şəkildə keçirilməsi müəllim-valideyn münasibətlərinə təsiri olmur. Bu da səhvdir. Müəllim fərdi məlumatları yazılı şəkildə səhvdir. Uyğunluğu. Müəllim Müəyyən edin. cədvələ əsasən Uyğunsuzluğu. uyğunsuzluğu. Bəli, bəli. Müəllim sual qoymuşam buna. Vay, niyə? Qəbul olduq. Vallahi hə. Bir dənə baxım görüm niyə ki. Bir dənə tez-tez ümumi valideyn iclaslarını keçirməklə valideyn məktəb müəllim uzaqlaşdı ya. Qaçdı bu. Hə, tutdum. Hə. Tez-tez ümumi valideyn iclaslarını keçirməklə valideyn məktəb əlaqələrini gücləndirmək mümkündür. Tez-tezlə olar. Xeyr müəllim. Baş xarab eləyər də, bu olmaz. Bəli, olmaz tez-tez. Hə, mən ona niyə sual qoymuşam ki? İndi çıxacaq niyə sual qoyduğum. Etnik və milli mənsubiyyət öyrənmə çətinliklərinin olması, yəni bu məni yəqin ki, çaşdırıb. Amillər şagirdin bullyinqə məruz qalmasına təsir edə bilər. İndi yəqin o Etnik, etnik milli mənsubiyyət, öyrənmə çətinlikləri fərqlilik yaradır. O sinifdə də fərqləri qəbul edəməyəndə ortaya bullying çıxır. Mən Y götürmüşəm. Yəqin ki, 60-am tutubdu. Y ikinci düz idi. Mən sizdə elə gördüm ki, düzdür. Yo, Y deyil müəllim. Bəli, bəli, bu düzdür. Hə. Hə də 2. Yo, Müəllimin 2 ola bilməz. müəllim Uyğunsuzluq deyir, 1-dir burada. Hə? Uyğunsuzluq deyir axı, doğrudan yanlış seçməliyik. Niyə donduz? Doğrudan yanlış Mən uyğunluq ki, seçməliyik. uyğunluq. Mən 2 ilə 3 seçmişəm mən. Mən Hə, 5 uyğunluq uyğunluq seçmişəm. götürmüsünüz də yəqin. 1-3 olacaq burada. Onda 3-ü niyə seçmişəm? 2 ilə 3 seçmişəm. Mən bir dəqiqə. Doğrudan doğru, yanlışdan yanlış seçmisiniz də siz. Hə. Yoxsa? Yox müəllim, nəsə çatışmayan bir şey var. Bir dəqiqə. Yo, birinci hissədə doğrudan doğru, ikinci hissədə uyğunsuzluğa görə yanlışdan da doğru seçmisiniz. Mən 2-ni başa düşməmişəm. Bilmirəm nəsə. Müəllimin sinifdə davamlı olaraq kobud ifadələrindən istifadə etməsi şagirdi verbal bullyinqə məruz qoyması deməkdir. Düzdür. Düzdür, amma səhvin altındadır. Hə, mən 3-ü tapmışam, 2-ni səhv eləmişəm da. 2-ni səhv eləmişəm. Cavab nə olmalı idi ki? 1 ilə 3 müəllim. Bəli, bəli. Bəs mən niyə 2 ilə 3 götürmüşəm? Düzdür də. Doğrudan yanlış, yanlışdan doğru tapmalıyıq da. Mən heç A-ya diqqət eləməmişəm. A yox, 1-ə diqqət eləməmişəm. 2-də mən başa düşməmişəm deyə müəllim. 3-ü tapmışam yəqin ki, çox böyük ehtimalla. Yerdə nə qalıb? 4 cavabı da uyğun olmayıbdı. Mən də 1 ilə 2-nin arasında qalıb 2-ni götürmüşəm yəqin ki. Nə tərs eləmişəm bilmirəm. Özümü əsəbləşdim. Heç olmaz, bir abır olur. Sualı başa düşməmişəm ha müəllim. Axıra yaxın yorulmuşam müəllim. Ona görə səhv eləmişəm. Hə, həmişəki kimi. Şəkil müəllim.
Vaxt çatmadı müəllim. Çatmadı müəllim. Vaxt çatmadı. Vaxt çatmadı müəllim. Eyler-Venn diaqramına əsasən Ha, bu sual çatır. diaqramı boş ver. Niyə bu diaqram heç nəyə yaramır? Bir A, 2 B, 3 C sualıdır bu. Diaqramı boş verin. Bəli. Bu rahatdır da, yəni. Demokratiklə avtoritet idi. Nə yazmısınız? Mən rahat idim. Mən B yazmışam. Düzdür da, mən düz yazaram. Bu rahat seçmə olandır da. Bunu mən səhv eləməyim mümkün deyil, yəni. Cavab səhvdir. Ay müəllim, niyə? Yox, düzdür. B. Müəllim, bir dənə oxuyum. Ay da, deyirəm dəval oynayım. O qədər rahat, çünki çox Bilirəm. rahatdır. Hə, ona görə deyirəm. Olmaz. Hə. Səhv eləməyib həqiqətən biabırçı olan. Hə. Heç nə. Bəyəm. Bunu yaxşı yazmısınız. Mən ümid Evdə edirəm. yazmısınız da, rahat yazmısınız da, sayın. Rahat. Özüm hər tək eləyəndə müəllim çox fikirləşirəm deyə. Siz sata yazdınız bunu. Bilmirəm, nə bilim, bilmirəm ki. 2 gün ayada yazmısınız. Bilmiyorum. Müəllim, yox, mən testdə oturanda şeydir. Ona başım gəlir ki, bitirim sonra durum. Tələs-tələs yazmayım da. Metodikanı ən azından tələsib yazmıram. Çünki səhv edirəm tələsəndə ona görə. Amma ixtisası qaça-qaça yazıram həmişə. Bunu da səhv edirsiniz. İxtisasda səhv eləyəndə özümü çox da anlayıram onda. Bildiklərimi səhv yazanda daha çox da anlayıram. Belə yəni. Düzələr yəqin ki. Hə, düzələr inşallah. İnşallah. Bitirdik. Hamısına baxdıq maşallah. Bir bölməmiz qaldı. Böyle. İşləyərəm mən onu evdə müəllim. İşləyəm. Bunu da Özüm işləyəndə. işləyirsiniz. Hə, hansıydı? O sinifin idarə edilməsi elə. Mexanizmləri, bəli. Çətin idi, hə o. Sən onun yerini qatdın da. Yox, amma mövzu əlavə edəcəm ha sizə yenə. Bilin müəllim. Baxaram yəqin ki. Baxacam, çatdıraram. Yəqin ki, yoxsa şübhəli deyil yəqin ki. Şübhəli. Yox, müəllim baxacam. Niyə baxmayım ki? Baxacam. Prosto baxaram yəqin ki. Səhhətinizə görə deyirəm də. Yox, hə baxacam müəllim. Hə. Çox otura bilmirəm ona görə. İşləyərəm, amma sayına baxmadım müəllim. Sual neçə dənə idi? Çox olmaz, 40-50 olar. Heç 40 çox ya, deyil. 50 olacaq. Qətiyyən çox deyil müəllim. 50 sual nədir ki, hərəsi 1 dəqiqədən 50 dəqiqədir. Siz arasına 5 dəqiqə ayırdığınıza görə 2 saata da olur. Müəllim, həqiqətən 50 dənə sualdır. Uydan. Mən bunu 3 gündə işləyirəm müəllim, 3 günə. Üstündə yatmayın da hər sualın addım-addım bir-bir. İşləyərəm, yaxşı. Hə, bunu işləyərsiniz. Sizə mən əlavə edəcəm şagird davranışının idarə olunması ilə bağlı nəzəriyyələr. Şagird davranışı. İşləyərəm. O da test olacaq 10 dənə. Yoxsa 20 dənə? 10 olacaq sınav. Yox, o 20 olacaq. Bandura tək. Orada 5 dənə nəzəriyyə verəcəm sizə əlavə. Şagird davranışının idarə olunması ilə bağlı. Yəqin ki, çatdıraram müəllim. 5-ci gündən vaxtımız çox az. 5 nəzəriyyə elə bilin ki, 3 videodadır. Ay da, mən 3 dənə video atasınız. Bandura, Green Glacier, Thorndike, Drakers. Necə çıxıb mənim olan üçdə? Yox, onlar çoxdan keçən keçməmişdiniz. Yox, keçən yox, 4 il bundan əvvəl qoşulmuşam. 4 il bundan əvvəl onu yox idi müəllim. Yox, 4 ildən. Hərdən bax 4 ildir deyil də. Keçən mən hazırlaşmaq üçün. Hə, 24-də hətta gəlib onlar. Deyirəm də təzədə heç adlarını tanış deyil. Ona görə. Hə. Heç nə. Mahiyyətlərini bilsəz bəs eləyir, yəni adlarını bilməsəz də olar, adını Yəqin yadımda qalar əslində. Nəzəriyyələr biraz qarışdırır adamı. Asandır, asan. Yox, bu davranışla bağlıdır bunlar hamısı. Bu rahat olacaq bunu başa düşmək. Tamam. Müəllim, onda siz şeydir, adboy eləyəndən sonra atarsınız mənə. Mən onsuz birazdan amma ixtisasa qoşulacağam. Hələ işim var. Axşam baxa bilsəm baxacağam. Hə, yerləşdirərəm axşamüstü. Hə, axşam baxaram. Yaxşı olar. Sınaq da yerləşdirəcəm sizin üçün. Sınaq. Müəllim, 10 dəqiqəsini 50 qoyasınız müəllim. 50 dəqiqə mən heç nə yaza bilmirəm. 50 dəqiqə heç nə yaza bilmirəm bu şeydir.
Müəllim, o birisi də 50 dəqiqədir. Valla 20 dənə sual 50 dəqiqə çoxdur. Çox azdır, çoxdur yox. Yəni İmtahanda 50 dəqiqə düşmür heç 20 suala. mənim büdcə niyə düşmür? Necə düşür? Saat. Mənim 3 saat vaxt verilir. Yo 3 saat deyil, 2 saat yarımdır. 2 150 saat dəqiqədir. yarımdır. Mən də Hə, nə 60 edirəm? sualdır. Bölün görə 150-ni 60-a. Yox, 60-a bölməyəcəm. İxtisasda məndə o qədər düşündürücü suallar, yəni elə sual var ki, ixtisasda 2 saniyə tapıram onu. Bir metodikada da var da, prosta siz tapmırsınız. Yaxşı. 2 saniyəlik suallar var da. Burada Yəni, 60 sualdır da. 60 sualı 150-yə böləndə eləyir təxminən 2 dəqiqə 30 saniyə. müəllim, mən belə götürürəm də. Baxın, Yəni belə 2 dəqiqə 10 suala mən belə çıxır ki, 2 dəqiqə 30 saniyədən mən sizə ayırmalıyam varsa nə qədər? 23 dəqiqə, 2 dəqiqə 30 saniyə, 150 yox. daha çox. Ona nə oldu? Biabır oldu, hesablayanmadı. Müəllim, kalkulyatorla hesablama lazımdır. 25 dəqiqə, 25 dəqiqə tapdım. Yəni, 25 dəqiqə ayırmalıyam da. Siz 10 sualda 50 dəqiqə, 20 sualda da normaldır da mən 50 dəqiqə ayırmağım düzdür. müəllim, valla yox. Yəni ola bilər mənim üçün, yəni mən yox mən imtahanda İmtahanda vermişəm. sizə mənə Beləcə baxmırlar da. müəllim. Orada hamıya standart vaxt verirlər. Müəllim, mən saat taxıram imtahanda. Mən vaxtımı böləcəm də. Mən yəni uje bilirəm ki, metodikanı Yuxarıda suallar. taymer var da, ekranın sol yuxarı küncündə Yəni yox, taymer özüm olur. yox, saat onsuz da taxıram mütləq. Yəni mütləq ki taxıram. Özüm yəni ora baxdım, baxmadım, saat qolumda olmalıdır, özümü rahat hiss edeyim deyə. Yəni hər bir halda vaxtımı böləcəm ki, bizim dövrümüzdə 3 saat idi miq. İndi azalıbsa tamam, o da 2 saat yarım da bir şey deyil. Yəni mən onu böləcəm də. Məsələn 1 saat 10 dəqiqə ə, ixtisasa sərf eləyərəm. 1 saat 20 dəqiqə də metodikaya sərf edərəm ki, daha mənim üçün rahat. Çünki deyindirim, ixtisasdan bəzi suallar var ki, çox bizə məsələn hesab deyil də, baş sındırmırıq onun üstündə. Bəzilər var ki, görən kimi avtomatik tapırsan ki, bunun əsəri budur. Ya bilirsən, ya da bilmirsən. Yəni 3 saat fikirləşəndə o adamın ağlına gəlmir də. Maksimum dövrlərdə qarışdırma ola bilər. Onda yəni belə. Metodikanı mütləq ki, dərindən oxumaq lazımdır ki, tapa bilim ona görə. Sadəcə çox yaxşı bilmədiyim üçün metodikanın nəzəriyyələrini falan da çox ideal şəkildə bilmirəm deyə sualları falan oxuyub dərk eləmə çətindir. Bir də diqqətim çox yayınıqdır. Sualı 10 dəfə oxuyuram, çatmır mənə. Belə şeylər də olur mənim. Olan şeydir. Aradan qaldırmaq lazımdır imtahana qədər. İmtahana qədər inşallah mənim. İnşallah. İnşallah. O zaman hələlik sağlıqla qalın, özünüzdən müğayət olun, özünüzü qoruyun. Əsas sağlamlıqdır, can sağlığıdır. O olmayandan sonra bunların heç birinin önəmi yoxdur. Nasıl qalmış düzmənəm. Ona görə əsas sağlamlığınıza fikir verin, qalanı inşallah düzələcək. Hələ vaxtı var, öhdəsindən gələcək. Tamam mənim. İnşallah. İnşallah. Sağlıqla qalın, görüşərik inşallah. Sağ olun mənim.